Axşamınız xeyir müəllimə. Axşamınız xeyir müəllimlər, axşamınız xeyir. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Müəllimlər, ekran paylaşımı eləmişəm, görünür sizdə. Bəli, görsənir. Lap yaxşı. Bizdə bugün həzm sistemidir. İnşallah həzm sistemini bir hissəsini bugün izah eləyərəm. Bir hissəni də gələn dəfə izah eləyərəm. Həftənin 4-cü günü vitaminlərə qədər bugün izah eləməyə çalışacağım. Digər hissəni gələn dəfə həftənin 4-cü günü izah eləyərəm. Müəllimə, mən testlər işləyəndə nəysə qan damar sistemində çox çətinlik çəkdim. Lap belə məni ruhdan saldı. Aygün müəllimə, orada məsələlər çoxdur. Ola bilsin bəlkə ona görə. Məsələlərdə çətinlik çəkmisiniz. Şifahi suallarda da çətinlik çəkdim. Atın müəllimə, atın qrupa baxaq, ya şəxsiyyatın, ya qrupa atın, baxaq görək niyə nədə əziyyət çəkmisiniz. Başa salım hamısını, narahat olmayın. Siz o qan qruplarına görə olanı tapa bildinizmi? Mən izah atdım sizə. Hə, baxdım, tapdım. Baxdım, tapdım. Aha. Yaxşı müəllimə. Əvvəldən seçmişəm bu qana aid olan hissəni damarlarla bağlı. İndi də ki görəm lap çətinlik çəkirəm. Bütün testləri müəllimə nə işləyə bilməmsinizsə, dərs bitəndən sonra atın qrupa hamısını bir-bir izah eləyim. Narahat olmayın. Oldu müəllim, sağ olun. Buyurun. Müəllimlər, indi mikrofonları bağlayaq, başlayaq dərsimizə ki, mən vitaminlər bölümünə qədər çatdıra bilim. Mövzu ilə bağlı dərsin izahında kimin nə sualı olsa, yəni mikrofonu açıb deyə bilər. Demək, müəllimlər, həzm sistemi. İnsan orqanizmində olan 10 orqanlar sistemindən biri də həzm sistemidir. Həzm sistemi rüşeyimin endoderma qatından meydana gəlib. Həzm sistemidir, həzm sistemi orqanlarıdır. Məsəl üçün, biz orada vəzlərdən olan qarışıq sekresiya vəzi olan mədaltı vəzidir, qaraciyərdir. Bax, bunları biz götürürdük rüşeyimin endoderma təbəqəsi. Deməli, rüşeyimin 3 qatı var bilirdik. Ektoderma, endoderma, mezoderma. Həzm bir sistem olaraq həzm sistemi orqanları, yəni ora daxil olan orqanlar, eyni zamanda vəzlər, hətta mədaltı vəzi, qaraciyər, bax bunları götürürük, rüşeyimin endoderma təbəqəsindən meydana gəlib deyirik. Deməli, həzm bir sistem kimi, həzm sisteminin özü, əgər geoxronoloji cədvəl baxımından baxsaq, deyəcəyik ki, Proterozoy erasında meydana gəlib, çünki ilk dəfə olaraq həzm sistemi yastı qurtlar tipində. Əgər yadınızdadsa, ağplanarni keçəndə biz orada demişdik ki, ağplanarnin həzm sistemində ağız idi, udlaq idi, hətta udlağı ağızdan kənara çıxa bilirdi və kor şaxəli bağırsaq idi. İki istiqamətli həzm sistemi idi. Ağız həm qidanın udulmasında, həm də həzm olunmayan qida qalıqlarının bədəndən kənarlaşdırılmasında iştirak eləyirdi. Yəni, ilk dəfə olaraq həzm sistemi meydana gəlib, Proterozoy erasında yastı qurtlar tipində meydana gəlib. Və həzm sistemində biz bilirik ki, insan xaricdən üzvü və qeyri-üzvü maddələr qəbul eləyir. Yəni, qeyri-üzvü maddələr su və mineral dozları idi. Üzvü maddələr də zülallar, yağlar, yəni zülallar, lipidlər, yağlar da lipidlərin nümayəndəsidir. Karbohidratlar, nuklein turşuları, ATF-dir, vitaminlərdir. Bunlar isə üzvü maddələri idi. Qeyri-üzvü maddələrdən olan su və mineral dozlar və vitaminlər insan orqanizmində olduğu kimi qəbul edilir. Yəni, dəyişikliyə uğramadan qəbul edilir. Lakin zülallardır, yağlardır, karbohidratlardır, nuklein turşulardır. Bunlar insanın həzm kanalında müəyyən dəyişikliyə uğrayaraq qəbul edilir. Yəni, xırdalanaraq qəbul edilməlidir. Çünki bunlar iri molekullu birləşmələr olduğuna görə, bu iri molekullu birləşmələr də
kapilyar qan damarlarının divarından keçə bilmir. Çünki biz demişdik ki, mübadilə prosesi, alış-veriş prosesi harda gedirdi? Hansı damarlarla gedirdi? Kapilyar damarlarla gedirdi. Çünki onların divarı bir qatlı epiteldən təşkil olunub və alış-veriş prosesi də burada həyata keçirilirdi. O iri molekullu birləşmələr deyir, əgər həzm kanalında dəyişikliyə uğramayıb kapilyar qan damarlarına keçərdisə, onda hətta ölüm baş verə bilər. Yəni iri molekullu birləşmələrin qan damarlarının, kapilyar qan damarının divarından keçə bilməsi üçün onlar xırdalanmalıdır. Və bu xırdalanma prosesi də həzm sistemi vasitəsilə, həzm orqanları vasitəsilə həyata keçirilir ki, biz buna canlılara məxsus olan xüsusiyyətlərdən biri olaraq qidalanma deyə deməli başa düşürük. Yəni ümumiyyətlə nədir həzm? Həzm nədir? Həzm deyəndə biz konkret olaraq tərif var. Məsəl üçün testlərdə soruşa bilər, əsasən də sinif testlərində qidalanma nədir, həzm nədir, tərif kimi. Həzm qida maddələrinin, hansı ki dedim qida maddələri üzvü qeyri-üzvü maddələr, yəni qeyri-üzvü maddələr olduğu kimi insan orqanları tərəfindən, yəni olduğu kimi qəbul edilir, lakin üzvü maddələr dəyişikliyə uğrayır. Həzm qida maddələrinin həzm kanalında, yəni indi az sonra həzm kanalı ilə tanış olacağıq. Həzm kanalında canlıların hüceyrəsi tərəfindən istifadə edilə biləcək dərəcədə. Baxın, deməli biz niyə qidalanırıq? Biz qidalanırıq ki, bizim hüceyrələrimizə qida maddələri qanla getsin. Məsələn, qanın daşıyıcı qidalanma funksiyasından biri də budur, qida maddələrini daşıyır. Deməli, həzm qida maddələrinin həzm kanalında canlıların hüceyrələri tərəfindən istifadə edilə biləcək dərəcədə balaca, yəni kiçik hissələrə parçalanması və soğurulması prosesidir. Deməli, həzm kanalında bu qida maddələri, bu üzvü maddələr, qida maddələri həzm kanalında canlının hüceyrəsi tərəfindən mənimsənilə biləcək vəziyyətə, yəni hüceyrəyə keçə biləcək vəziyyətə gəlməsinə, parçalanmasına və soğurulması prosesinə biz həzm prosesi deyirik. Yəni bu qida maddələri həzm kanalında müəyyən dəyişikliyə uğrayıb hüceyrə tərəfindən qəbul edilməlidir. Və ümumiyyətlə həzm prosesi ilə biz canlıların əsas xüsusiyyətlərindən biri də qidalanma demişdik. Yəni qidalar canlılarda bu qidalanma xüsusiyyəti sayəsində həzm kanalına daxil olur və biz canlılarda qidalanma üsullarını avtotrof və heterotrof, eyni zamanda miksotrof olaraq 3 qrupa bölmüşdük. Avtotrof qidalanma, avto özü trofi qidalanma demək idi. Trophe yazılır. Bəzən testlərdə termin olaraq da soruşulur. Trophe və yaxud da trofe də yazılır. Bu cür yazılır. Sözünün mənası qidalanma deməkdir. Avto özü trofe qidalanma. Yəni bu canlılar özləri üçün lazım olan üzvü maddələri özləri hazırlayırlar. Avtotrof qidalanma özü fototrof və xemotrof olmaqla 2 qrupa bölünür. Təkamül baxımından baxsaq, birinci xemosintez yaranıb, ikinci fotosintez yaranıb. Xemosintez yalnız bir aləmin nümayəndəsində bakteriyalarda idi. Fotosintezə isə həm bitkilər, əksəriyyət bitkilər, bir qism heyvanlar, bir qism bakteriyalarda rast gəlinirdi. Heterotrof qidalanma. Hetero müxtəlif trofi qidalanma idi. Hazır qida vasitələrindən istifadə edirdilər. Saprofit, parazit və holozoy olaraq 3 qrupa bölünürdü. Bunlar barədə biz məlumat vermişik histologiyada. İndi ona görə bir qədər tez keçirəm bunun üzərindən. Holozoyu qeyd eləyəcəm. Holozoyu bəlkə də birinci dəfə eşitmişsiniz hələ. Yəni 2 dəfə burada demişəm daha doğrusu. Saprofit qidalanma nə idi? Saprofit qidalanma ölmüş canlının üzvü qalıqları ilə qidalanma idi. Parazit qidalanma sağlam canlının üzvü qalıqlarla qidalanma idi. Və biz bilirik ki, saprofit qidalanmaya həm bitkilər, həm deməli heterotrof qidalanmanın bu üsulu, ümumiyyətlə heterotrof qidalanmaya bəzi bitkilərdə rast gəlinirdi. Qızıl sarmaşıq və latreya bitkisində, əksəriyyət heyvanlarda, bakteriya və göbələklərdə rast gəlinirdi. Eyni zamanda parazit qidalanan bitki də var, heyvan da var, bakteriya da var, göbələk də var. Demək, miksotrof qidalanmada ikili qidalanma idi. Yəni bunlar həm avtotrof, həm heterotrof qidalana bilirdilər. Bax, holozoy qidalanma nədir? Holozoy qidalanma belə deyək də, heyvanlar aləmində həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy qidalanma adlanır. Həzm sisteminə malik, yəni
həzm kanalı olan, həzm sistemi olan, həzm sisteminə malik heterotrof orqanizmlərin görürsüz, holozoy qidalanmanın özü də heterotrof qidalanmadır. Holozoy heyvan deməkdir. Bir var holozoy, bir var holofil, bəlkə eşitmisiniz. Holofil qidalanma. Holozoy qidalanma biz deyirik ki, həzm sisteminə malik heyvanlarda, həzm sisteminə malik heterotrof heyvanların, heterotrof orqanizmlərin qidalanması holozoy yolla baş verir. Və bunların əsas xüsusiyyətləri, yəni holozoy qidalanmanın əsas xüsusiyyətləri nədir? Qidanın tutulmasıdır, udulmasıdır, həzm olunması və sovrulmasıdır. Yəni buna görə də həzm sisteminə malik dedik. Qidanın tutulması, qidanın udulması, həzm olunması və bədənə sovrulmasıdır bunun əsas xüsusiyyəti. Və holozoy qidalanan bitkilər, bitki yeyən, yırtıcı, hər şey yeyən olaraq ayrılır bu heyvanlar. Məsələn, bitki yeyən heyvanlar, əgər yadınızdadsa, deyirdik, məsəl üçün, siçanlardır, siçovullardır, dovşanlar, ceyran, keçi, camış, qoyun, inək, maral, bax, bunlar bitki yeyənlərdir. Hətta biz ekologiya, biosferi keçəndə orada dedik ki, ekoloji piramidanın ikincisində yerləşən, yəni birincidə yerləşirdi, demək, əgər yadınızdadsa bitkilər, yəni fotosintez edicilər, produsentlər, ikinci konsumenti götürürdük, birinci dərəcəli konsument, bitki yeyənlər. Nələr idi? Siçan, ceyran, keçi, dovşan deyə bilərik, sincab deyə bilərik, inək, qoyun, camış deyə bilərik, kənd təsərrüfatı heyvanları, maral deyə bilərik və s. Yırtıcılar ikinci dərəcəli konsumentlər deyirdik, əgər yadınızdadsa. Yırtıcı, yəni ot yeyənləri yeyənlər, məsəl üçün pələng, məsəl üçün akula, yırtıcı balıq olan akula, şir, canavar, qartal, bax, bunları misal göstərə bilərik. Hər şeyi yeyənlər isə qarışıq qidalanmadan istifadə edənlər idi. Yəni, məsəl üçün, insanın özü hər şeyi yeyənlərə aiddir. Bunlar həm bitki mənşəli qidana qidalanırlar, həm də heyvan mənşəli. Məsələn, insanı misal göstərə bilərik hər şeyi yeyənlərə və yaxud da şimpanzeni misal göstərə bilərik, tutaq ki, insanı bənzər meymunların içərisində. Məsəl üçün, kirpi deyə bilərik, qaban deyə bilərik, qonur ayı deyə bilərik, donuz deyə bilərik. Bax, bunlar hər şey yeyənlərdir. Bu 6-cı sinifin dərsliyində bax, bu heyvanlar yazılıb, yəni hansılar? İnsandır, şimpanzedir, dedim qonur ayıdır, qabandır, kirpidir, donuzdur. Bunlar hər şey yeyən canlılar sırasına aiddirlər və bunların qidalanmasına biz heyvani qidalanma, yəni holozoy qidalanma qeyd edirik. Hətta belə bir fikir də var ki, yaşıl evqilena həm holozoy, həm də holofil qidalanan heyvandır. Holozoy qidalanma, heterotrof qidalanmadır. Holofil də avtotrofa misal çəkirlər. Yəni, yaşıl evqilenanı hər iki qidalanma üsulundan istifadə edən canlı kimi götürə bilərik. Demək, müəllimlər, ümumiyyətlə, həzm prosesi biz dedik ki, deməli, həzm orqanlarında üzvü maddələr müəyyən dəyişikliyə uğrayaraq orqanizm tərəfindən qəbul edilir. Və bu dəyişiklik, yəni bu həzm prosesinin özünü mexaniki və kimyəvi həzm olaraq iki qrupa bölürük. Mexaniki həzmə fiziksel həzm də deyirlər. Burada heç bir ferment iştirak etmir. Kimyəvi həzmə isə fiziksel həzm, yəni fermentin iştirakı ilə gedən həzm deyirlər. Deməli, mexaniki həzmə fiziki həzm də deyirlər. Fiziki həzm. Yəni, burada fermentlər iştirak etmir, qida mexaniki parçalanmaya məruz qalır. Burada ya dişlər iştirak edir, ya əzəllər iştirak edir. Deməli, kimyəvi həzm isə biz fermentativ həzm deyirik. Fiziksel yox, üzrlü sayın, fermentativ həzm deyirik. Yəni, fermentlərin iştirakı ilə baş verən həzm prosesi deyirik. Məsəl üçün, mexaniki həzm, əlimlər, bəlkə aşağı siniflərdən yadımızdadır. Tutaq ki, bax, yadımıza salaq bir dənə. Məsəl üçün, biz keçəndə buğmayaqlar tipində xərçənglər sinifini keçəndə orada deyirdik ki, xərçənglərin mədəsi iki şöbədən ibarətdir. Yəni, mədənin deyirdik ki, üydücü və süzücü, belə deyirdik. Birinci hissəsi böyük hissi idi. Yəni, burada nə baş verirdi? Üydülmə prosesi baş verirdi. Yəni, xırda xitin dişçiklər var idi mədənin böyük hissəsində. Orada üydülmə prosesi baş verirdi. İkinci hissə isə süzücü şöbə idi. Yəni, burada ələk kimi deyirdik, süzmə cihazına oxşayan bir strukturu var. Həmin üydülmüş qida orada süzülür. Bax, görürsünüz, burada məsəl üçün xərçəngin mədəsinin birinci şöbəsi mexaniki həzmdə iştirak edirdi. Və yaxud da quşları keçəndə biz orada dedik ki, quşlarda əzələli mədə var. Yəni, mədənin əzələli şöbəsi var və qida burada neyniyir? Xırdalanır. Yəni, mexaniki həzmə məruz qalır deyirdik.
Və yaxud da insanda deyə bilərik ki, tutaq ki, ağızda mexaniki həzm gedir. Çünki ağızda dişlər var, həmin dişlər qidanı xırdalamada iştirak eləyir. Və yaxud da başqa mexaniki həzm harda gedə bilər? Məsəl üçün, insandan danışırıqsa deyək ki, insanda mexaniki həzm dişlərlə ağız boşluğunda gedir. Sonra mədədə əzəllər sayəsində gedə bilər. Çünki mədənin orta qatında saya əzələ var. Bu saya əzələlər mədədə dalğavari hərəkət edərək qidanın mexaniki həzmində iştirak eləyir. Və yaxud da nazik bağırsaqda mexaniki həzmdə yenə əzəllər də iştirak eləyir. Eyni zamanda öd. Nazik bağırsağın boşluğuna 12 barmaq bağırsağı açılan öd mexaniki həzmdə iştirak eləyir. Çünki biz deyirik ki, ödün təsirindən iri yağ damlaları kiçik yağ damlalarına parçalanır. Baxın, iri yağ damlalarının kiçik yağ damlalarına parçalanması heç bir fermentin iştirakı ilə getmir. Bu mexaniki həzmdir. Fikir verin, burada bizim dərslikdə olan şəkildir. 10-cu sinifin dərsliyində, qidalanma bölümündə. Baxın, deyir ki, mexaniki həzm. Bax, birinci şöbəyə, birinci hissəyə yazıb mexaniki həzm. Fikir verin, nə baş verib? Yağ, iri yağ damlaları ödün iştirakı ilə kiçik yağ damlalarına parçalanıb. Bu mexaniki həzmdir. Daha sonra həmin kiçik yağ damlaları lipaza fermentinin iştirakı ilə fermentativ parçalanmaya məruz qalır ki, bu kimyəvi həzmdir. Yəni, yadımızda qalsın, mexaniki həzm 1 ağız boşluğunda gedir dişlər sayəsində, 2 mədədə və bağırsaqda əzələlərin sayəsində baş verir, bir də ödün iştirakı ilə baş verə bilər. Öd mexaniki həzmdə iştirak edir. Öd deməli, qaraciyərin hazırladığı məhsuldur və ödün tərkibində ferment yoxdur. Öd mexaniki həzmdə iştirak etmir. Öd sadəcə olaraq, üzr istəyirəm, kimyəvi həzmdə iştirak etmir. Ödün tərkibində ferment yoxdur. Öd mexaniki həzmdə iştirak edərək iri yağ damlalarını, deməli, nə edir? Kiçik yağ damlalarına parçalayır, deyirik. Bax, bu oldu mexaniki həzm. Növbəti baxaq kimyəvi həzmə. Müəllimlər, kimyəvi həzmin özünü biz bölürük 3 hissəyə. Hüceyrə xarici həzm, hüceyrə daxili həzm və membran həzmi. Məsəl üçün, deyir hüceyrə xarici həzm. Hüceyrə xarici həzm, bu adından da göründüyü kimi bu həzm prosesi hüceyrə xaricində gedir. Yəni, hüceyrə xaricində deyəndə harda? Yəni, həzm kanalında gedir. Məsəl üçün, baxın, bağırsaq boşluqlarda, bağırsağın boşluğunda gedirdi həzm prosesi. Daha sonra həzm kanalı yarandı və həzm kanalının içində getdi. Yəni, kanalın içərisində gedir. Həzm şirələri ora ifraz olunur və həzm prosesi orada baş verir. Deməli, bax, buna deyirik hüceyrə xarici həzm və yaxud da boşluq həzmi. Məsəl üçün, boşluq həzmi, hüceyrə xarici həzm, bağırsaq boşluğunda, həzm kanalının boşluğunda gedən həzm prosesidir. Məsəl üçün, deyə bilər ki, bağırsaq boşluqlar tipində deməli, rast gəlinir. Ümumiyyətlə, buna hüceyrə xarici həzm prosesindən tək bağırsaq boşluqlarda yox. Yəni, həm onurğalı heyvanlarda, həm də onurğasız heyvanlarda rast gəlinir. Onurğalılarda da rast gəlinir, onurğasızlarda da rast gəlinir bu prosesə. Fermentlər, hüceyrədə hazırlanan fermentlər həzm kanalının xaricinə, həzm kanalının boşluğuna axıdılır. Burada deməli hüceyrə xarici həzm prosesi həyata keçirilir. Necə ki, bizdə tutaq ki, ağız boşluğuna ağız suyu vəzləri ifraz olunur və orada həzm baş verir. Və yaxud da mədə vəzləri mədə boşluğuna ifraz olunur, həzm baş verir və s. Bax, buna deyirlər hüceyrə xarici həzm prosesi. Hüceyrə daxili həzm prosesi dedikdə isə adından göründüyü kimi hüceyrə daxili həzm prosesi gedir hüceyrənin daxilində. Məsəl üçün, ilk dəfə olaraq təkamül nəticəsində, necə ki, dedik, hüceyrə xarici ilk dəfə bağırsaq boşluqlarda yaranıb, hüceyrə daxili həzmdə ilk dəfə sarkomastiqaforlar tipində yaranıb. Məsələn, amöbdə. Görürsünüz, amöb yalançayaqları vasitəsilə fagositoz yolu ilə qida maddələrini əhatə eləyərək hüceyrə daxilinə salır və orada həzm eləyir. Bu hüceyrə daxili həzm prosesidir. Yəni, demək olmaz yalnız amöbdə, digər heyvanlarda da, yəni əksəriyyət heyvanlarda, eyni zamanda insanın özündə də hüceyrə daxili həzm prosesi gedir. Yəni, bizim qəbul etdiyimiz qidalar sonuçda hüceyrənin daxilinə keçir də. Buna biz hüceyrə daxili həzm prosesi deyirik. Və qeyd edeyim ki, hüceyrə xarici həzm prosesi onurğalı və onurğasız heyvanların əksəriyyətində yəni var. Boşluq həzmi də deyirik. Hüceyrə daxili həzm prosesi isə əksər heyvanlarda var deyirik və eyni zamanda bu həzm prosesində lizasom fermenti, lizasom orqanoidi mühüm rol oynayır.
hüceyrə daxili həzm prosesində və membran həzmi. Membran həzmi də yenə onurğalılarda da var, onurğasızlarda da var. Artıq membran həzminin baş verməsi üçün mütləq bağırsaq olmalıdır. Çünki bağırsaq xovlarının divarındakı fermentlərin iştirakı ilə baş verən həzm prosesidir ki, bundan ötürü də mütləq membran həzmi üçün nə olmalıdır? Bağırsaq olmalıdır və bu da ilk dəfə olaraq yastı qurtlar tipində yaranıb. Nəyə görə? Çünki bağırsaq kör şaxəli, 3 şaxəli, biri önə, ikisi arxaya belə bir bağırsağı var idi Axplanarinin və kör qurtarırdı. İlk dəfə bağırsaq yastı qurtlar tipində Axplanarda yarandığına görə məhz elə membran həzmi də oradadır. Deməli, təkamül baxımından bunları düz desək, yəni birinci bunların hansı yaranıb desək, deyirik ki, ilk dəfə birinci olaraq yaranıbdır. Təkamülünə görə baxsaq, hüceyrə daxili həzm. Niyə birinci hüceyrə daxili həzm yaranıb? Çünki ilk dəfə sarkomastiqaforlar tipi yaranıb, tək hüceyrəli heyvanlar yaranıb, amöb yaranıb. Sonra yaranıb ikinci hüceyrə xarici həzm, çünki ikinci deməli çox hüceyrəli heyvanlardan olan primitiv çox hüceyrəli heyvan olan bağırsaq boşluqlar yaranıb. Üçüncü membran həzmi, çünki üçüncü qurtlar yaranıb. Məsəl üçün yastı qurtlar tipi. Birinci hüceyrə daxili, ikinci hüceyrə xarici, üçüncü isə membran həzm yaranıb deyirik. İnsanda sual verilsə ki, yaxşı, bəs bu proses insanda necə baş verir? Birinci hansı baş verər? Hüceyrə xarici. Niyə? Çünki bizim ağzımıza daxil olan qida bir dəfə orada ağız suyu vəzləri ilə islanır, fermentlərin bir hissəsi onları parçalayır, keçir qida borusu, bu səfər mədədə, sonra bağırsaqlar, axırda sorulur. Deməli, görürsünüz, birinci hüceyrə xaricində gedir həzm prosesi. İnsanda desək ki, buna ardıcıl düz deyirik birinci hüceyrə xaricində, yəni həzm kanalında. İkinci membran həzm. Niyə membran həzm? Çünki ikinci nazik bağırsağın həzm olunmuş qida qalıqları nazik bağırsağın xovları tərəfindən qəbul edilir. Üçüncü hüceyrə daxili həzm. Niyə üçüncü hüceyrə daxili həzm? Çünki nazik bağırsağın xovları tərəfindən həmin maddələrin bir qismi gedir qan damarlarına sorulur, bir qismi isə yəni gliserin və yağ turşuları və yağda həll olan vitaminlər isə limfaya sorulur. Axırda gedir hüceyrələrə və həzm prosesi hüceyrə daxilində davam edir. Deməli, təkamülü desə deyəcəksiniz, birinci hüceyrə daxili, sonra hüceyrə xarici, sonra membran həzm. İnsanda təkamülü soruşsa deyəcəksiniz, birinci hüceyrə xarici olur, sonra membran həzmə məruz qalır, axırda hüceyrə daxili həzm prosesinə məruz qalır deyirik. Həzm sistemi, müəllimlər, insan həzm sistemi həzm kanalı və iri həzm vəzlərindən ibarətdir. Həzm kanalı ağız boşluğu, udlaq, qida borusu, mədə, bağırsaqlar, bağırsaqlar da nazik və yoğun bağırsaqlar olmaqla iki qrupa bölünür. İri həzm vəzlərinə ağız suyu vəzləri, qaraciyər və mədaltı vəzni misal göstərmək olar. İndi baxın, deyirəm ki, iri ağız suyu vəzləri. Deməli, iri həzm vəzləri deyirəmsə, deməli, kiçik həzm vəzləri də var. Bu iri həzm vəzlərindən başqa, həzm kanalının içərisində çoxlu kiçik həzm vəzlərinə də rast gəlinir. Ümumiyyətlə, bunlar xarici sekresiya vəzləridir. Həm ağız suyu vəzləri, həm qaraciyər, həm də mədaltı vəzi necə vəzlərdir? Xarici sekresiya vəzləridir. Çünki onların hazırladığı bioloji fəal maddəyə biz sekret və ya şirə deyirik və onların hazırladığı bioloji fəal maddə orqan boşluğuna tökülür. Məsəl üçün, ağız suyu vəzləri ağız boşluğuna, qaraciyər nazik bağırsağın boşluğuna, mədaltı vəzi də nazik bağırsağın boşluğuna tökülür. İndi baxın, müəllimlər, biz deyirik ki, bu iri həzm vəzləri həzm kanalından kənarda yerləşən vəzlərdir. Deməli, bu prosesdə, belə deyək, neçə vəz iştirak eləyəcəkdir? Həzm kanalından kənarda yerləşən neçə vəz var deyəndə deyirik ki, ağız suyu vəzləri 6 ədəddir, 3 cüt. Çən altı, dil altı, qulaq altı. Çən altı, 2 dənə çən altı, çənənin altında çən altı, 2 dənə qulaq altı, 2 dənə dil altı. Dilin altında 2 dənəsi oradadır, dil altı, 2 dənəsi çən altı, 2 dənə də qulaq altı da deyirlər, qulaq yanı da deyirlər. Cəmi 6 dənədir. Qaraciyər bir dənə ən iri xarici sekresiya vəzidir, 1,5-2 kiloqram çəkiyə malikdir. Bir dənə də mədə-altı vəzi. Cəmi 8 dənə vəz var. Bu 8 vəzdən 6-sı ağızda yerləşir. Yəni 6 dənəsi ağızda yerləşir. Ağız boşluğunda yerləşir. Və onların axacağı ağız boşluğunun içərisinə tökülür. Yəni azladığı aktiv maddələr, tüpürcək dediyimiz maddələr. Bir dənə mədə-altı vəzi,
bir dənə də qaraciyər. Mədəaltı vəzi ilə qaraciyər dedik ki, qarın boşluğunda yerləşir. Mədəaltı vəzi mədənin alt hissəsində yerləşir. Qaraciyər də deməli, qarın boşluğunda yerləşən orqandır. Qarın boşluğunun sağ tərəfində yerləşir, sağ böyrəyin üstündə. Ona görə də sağ böyrək sol böyrəkdən bir balaca aşağıda yerləşir. İfrazat orqanını keçəndə orada vurğulayacağam. Mədəaltı vəzinin axarı, xarici sekresiya vəzi deyil, qarışıq vəzdir mədəaltı vəzi. Har açılır? 12 barmaq bağırsağın boşluğuna. Qaraciyərin hazırladığı öd har açılır? O da 12 barmaq bağırsağın boşluğuna. Eyni zamanda qaraciyərin özündə də öd əmələ gəlir. Hər ikisi 12 barmaq bağırsağın boşluğuna. 12 barmaq bağırsağın boşluğu əsas bədən boşluğudurmu? Xeyr. Neçə dənə əsas bədən boşluğu var idi? 8 dənə. 8 dənə əsas bədən boşluğu var idi. Biz sizlə deməli vəzləri keçəndə orada demişik. İndi testdə belə bir sual var ki, həzm kanalından kənarda yerləşən iri həzm vəzlərinin neçəsinin axarı əsas bədən boşluğuna açılır? Neçəsi deyəcək? 6-sı. Niyə? Çünki 6 dənə çənəaltı, dilaltı və qulaqyanı vəzlərin axarı ağız boşluğuna açılır. Ağız boşluğu başda yerləşən əsas deməli bədən boşluqlarından biridir. Ona görə deyəcək 6-sının axarı açılır deyirik. Və bir şey də qeyd edeyim ki, müəllimlər, bax burada biz həzm kanalının şöbələri barəsində danışaq. Məsəl üçün burada deyirik ki, biz birinci bax deyir ki, ağız boşluğu. Ağız boşluğu bilirik ki, başda yerləşən əsas bədən boşluqlarından biridir. Ağız boşluğunda yerləşir dil, dişlər, ağız dəhlizi, bir də əsl ağız boşluğu var. Ağız dəhlizi, dodaqlar və dişlər arasında qalan sahədir. Əsl ağız boşluğu isə artıq içəri hissə nəzərdə tutulur. Deməli, dildir, dişlərdir, ağız suyu vəzləridir. İndi bax, sizə desələr ki, məsəl üçün, bir tutaq ki, mən yenə də qeyd elədim ki, ağız boşluğunun içərisində yalnız bu ağız boşluğunun içərisində açılan yalnız bu əsas ağız suyu vəzləridir. Bu iri ağız suyu vəzləri xeyr. Bundan əlavə də ağız boşluğunun içərisində çoxlu kiçik vəzlər var. Bundan əlavə də ağız boşluğunda, məsəl üçün, belə bir sual var idi testdə ki, ağız boşluğunda olan vəzlərin sayı 3 cütdür. Bax, bu ifadə səhvdir. Nəyə görə? Çünki 3 cüt iri ağız suyu vəzlərindən başqa, yəni daha doğrusu onlar ağız boşluğunun içərisində deyil. Ağız boşluğuna açılan vəzlərin, yəni onların axarı ağız boşluğunun içərisinə açılır. Özləri kənardadır. 3 cüt iri ağız suyu vəzlərindən başqa yüzlərlə kiçik ağız suyu vəzləri də var. Yəni, bax, bu ifadə yadımızda qalsın. Yalnız ağız boşluğunun içərisinə o 3 cüt iri ağız suyu vəzlərinin axarı açılmır. Bundan əlavə çoxlu yüzlərlə kiçik ağız suyu vəzləri də var. Yəni, ovurtlar deyirik də, yanaq tərəfdə ovurtlar, içəri tərəfdən dilin üzərində, ovurtlarda çoxlu yüzlərlə kiçik ağız suyu vəzləri də var ki, bunların axarı da ağız boşluğunun içərisinə açılır deyirik. Ağız boşluğu, sonra gəlir udlaq, udlaqdan sonra gəlir qida borusu. Baxın, deməli, indi bax, qida borusu, belə deyək də, bir ucu, qida borusunun bir ucu bu udlağa birləşən hissəsi döş boşluğunda yerləşir. Bir ucu isə, yəni mədəyə birləşən hissəsi isə qarın boşluğunda yerləşir. Yəni qida borusu hər iki ağız boşluğunda yerləşir. Bəzən testlərdə sual var ki, həzm kanalına aid olan orqanlar, hər iki bədən boşluğunda yerləşən orqanlar hansılardır? Məsəl üçün, qida borusu 2 bədən boşluğunda yerləşir. Çox hissəsi, udlağa birləşən hissə döş boşluğunda, mədəyə birləşən az hissəsi qarın boşluğunda yerləşir. Sonra mədə, nazik bağırsaqlar, bunlar heç. Bunlar deməli, nazik bağırsağın hər üç şöbəsi, yəni deməli, 12 barmaq bağırsaq, acı, qalça, hər üçü və mədə də qarın boşluğunda yerləşir. Sonra yoğun bağırsağın belirdiyi 3 şöbəsi var idi. Kör bağırsaq, çəmbər bağırsaq, düz bağırsaq. 2 şöbəsi, yəni kör bağırsaqla çəmbər bağırsaq qarın boşluğunda yerləşirdi. Bir şöbəsi, yəni düz bağırsaq isə çanaq boşluğunda yerləşirdi. Qaraciyərlə mədəaltı vəzi də bilirik də, bunlar da qarın boşluğunda yerləşən orqanlardır. Deməli, əgər sizə sual versələr ki, həzm sistemi neçə boşluqda yerləşir? Baxın, həzm sistemi neçə boşluqda yerləşir? Baxın, ağız boşluğunda yerləşir,
döş boşluğunda yerləşir, qarın boşluğunda yerləşir, çanaq boşluğunda yerləşir. Deməli, həzm sistemi neçə boşluqda yerləşir deyəndə nə deyəcəyik? 4 boşluğun 4-ündə də yerləşə bilər. Ağız boşluğunda da yerləşir, döş boşluğunda da yerləşir, qarın boşluğunda da yerləşir, çanaq boşluğunda da yerləşir deyirik. Bir də bu simpatik, parasimpatik sinirlər baxımından da biz bunları xarakterizə eləmişdik. Yəni, bilirdiniz ki, bir dənə yeganə yoğun bağırsaq idi ki, yoğun bağırsağın 2 şöbəsi qarın boşluğunda yerləşirdi, bir şöbəsi çanaq boşluğunda. 2 şöbəsi qarın boşluğunda yerləşən kor bağırsaqla çəmbər bağırsağın yadınızdadır, demişdik ki, necə gedirdi? Onların parasimpatikə hardan çıxırdı? Onların beyin kötüyündən, bəli, baş beyindən, beyin kötüyündən, uzunsov beyindən eyni şeylərdir hər üçü. Bircə dənə çanaq boşluğunda yerləşən düz bağırsağın parasimpatiki oma şöbədən çıxırdı. Ay sağ olun. Ona görə də burada bir qədər diqqətli olmaq lazımdır. Bax, bunlar oldu həzm kanalının, yəni hər iki bədən boşluğunda və yaxud da hansı bədən boşluqlarında yerləşirsə bu orqanları dedik. Və bir də qeyd edeyim ki, həzm sisteminə 4 boşluğun 4-ündə də rast gəlinir deyirik. Məsəl üçün, desək ki, tənəffüs sisteminə neçə boşluqda rast gəlinir desə, bilirik ki, tənəffüs sistemi burun boşluğunda var, sonra deməli döş boşluğunda var, düzdür, burun boşluğu, döş boşluğu. Çünki deyirdik burun boşluğu, burunudlaq, qırtlaq, nəfəs borusu, traxeyalar, ağciyərlər, yəni o 2 boşluqdur. Amma desə qan damar sisteminə neçə boşluqda rast gəlinir, orada da bütün boşluqları götürə bilərik. Niyə? Çünki qan damar sistemi, yəni sinir sistemi, qan damar sistemi bütün orqanlarda var. Ona görə də orada bütün boşluqda var ifadəsini götürə bilərik. Həzm sisteminə isə 4 boşluqda yəni rast gəlinir. Ağız boşluğunda, döş boşluğunda, qarın boşluğunda, çanaq boşluğunda, yəni bunun orqanları həmin hissələrdə yerləşir deyirik. Bax, bunlar oldu həzm sistemi orqanlarının yerləşdiyi boşluqlar. Gəlin baxaq görək, həzm sistemi orqanlarının funksiyaları var. Həzm sistemi orqanlarının əsas 4 dənə funksiyası var. Sekretor, soğurucu və hərəkə funksiya olmaqla 4 qrupa bölünür. Sekretor, soğurucu, hərəkə funksiya olmaqla 4 qrupa bölünür. Nədir sekretor funksiya? Sekret, mən keçən dəfə də demişdim ki, xarici sekresiya vəzlərinin ifraz etdiyi bioloji fəal maddeyə sekret və ya şirə deyirlər. Amma daxili sekresiya vəzlərinin ifraz elədiyi bioloji fəal maddəyə hormon deyirdik. Sekretor deyir ki, həzm vəzlərinin ifraz etdikləri həzm şirələri və onların təsiri. Bu sekretor, yəni bilirik ki, həzm vəzləri həzm şirəsi ifraz edir. Soğurucu həzm kanalının selikli qişasının soğuruculuq qabiliyyəti. Yəni, məsəl üçün, bir qism deməli, sorulma prosesi ağızda da gedir, mədədə də sorulma gedə bilir, nazik bağırsaqda da gedə bilir, yoğun bağırsaqda da gedə bilir. Yəni, həzm kanalının selikli qişasının soğuruculuq qabiliyyətidir bu və sorulma da həm fiziki prosesdir, çünki orada həm süzmə və həm difuziya baş verir, həm də mürəkkəb fizioloji bir prosesdir. Yəni, maddələrin sərbəst şəkildə deməli, fəal keçməsindən ibarət olan mürəkkəb fizioloji bir prosesdir. Sorulma həm fiziki prosesdir, çünki həm maddələr süzülür, həm də difuziya olunur orada, bağırsaq xovlarından difuziya yolu ilə qan damarlarına və limfaya keçir, həm də mürəkkəb fizioloji bir prosesdir. Və hərəkət də nəyə misal göstərə bilərik? Bayaq da qeyd etdim ki, həzm kanalında olan sayə əzələlər, sayə əzələlərin dalğavari yığılması, bu həm mexaniki həzm həyata keçirilir, həm də həzm kanalının hərəkə funksiyasını tənzimləyir deyirik. Deməli, neçə funksiyası oldu? 3 funksiyası. Sekretor, soğurucu və hərəkə olmaqla 3 funksiya həyata keçirilir deyirik. Həzm orqanlarının tədqiqat üsulları, məsəl üçün, bax, yazıb zondlamadır, endoskopiyadır, rentgenografiyadır, radiotelemetriyadır. Zondlama nədir, müəllimlər? Zondlama, belə deyək də, insanın həzm sisteminə rezin boru keçirilir. Rezin boru, bax, zond budur. Zondlama həzm sisteminə xüsusi bir rezin boru yerləşdirilir və oradan şirə götürülür. Yəni, həzm şirələri götürülür və onun üzərində tədqiqat işləri aparılır. Endoskopiya nədir? Endoskopiya endo daxilə deməkdir, skopiya da baxıram deməkdir. Yəni, endoskopiya daxilə baxmaqdır. Həzm sisteminə rezin boru keçirilir, amma bu rezin borunun ucunda işıq olur. Həmin işıqla
şəkildə göründüyü kimi, şəkildəki endoskopiyadır. Bax, o keçirilən rezin borunun ucunda bir işıq olur. Həmin işıqla baxırlar. Zontlamada həzm şirəsi götürülür, şirə götürülür. Amma burada baxır içərisinə. Rentgenografiya rentgen şüaları vasitəsilə tədqiq etməkdir. Radiotelemetriyada görürsünüz, xırda radio hərflərdən istifadə etməklə onlar udulur insan tərəfindən. Onlar vasitəsilə həzm kanalının görüntüsünə baxmaq mümkün olur. Gəlin həzm kanalının içərisində gedən həzm prosesi ilə tanış olaq. Birinci bilirik ki, həzm sistemi ağız boşluğu ilə başlayır. Həzm ağız boşluğu ilə başlayıb, anal dəliklə nəhayətlənir. Və ilk dəfə olaraq hüceyrəvi ağız hansı canlıda əmələ gəlib deyəndə deyəcəyik ki, hüceyrəvi ağız meydana gəlib, infuzorlar tipinin nümayəndələrində, infuzor tərlikdə, hüceyrəvi ağız. İlk dəfə infuzor tərlikdə əmələ gəlib. Daha sonra isə ağız formalaşmış deyə bilərik ki, yastı qurtlar tipində ağ planaridə əmələ gəlib dedik. Ağız boşluğunda həzmlə tanış olaq. Dedik ki, insanda da ağız boşluğu, ağız dəhlizi və əsl ağız boşluğudur. Ağız dəhlizi dodaqlar və dişlər arasında qalan sahədir. Əsl ağız boşluğu isə artıq dildir, dişlərdir, ağız suyu vəzləridir, ovurdlardır. Bunlardan söhbət gedir. Ağız boşluğu müəllimlər əsas boşluqlara aiddir. Yəni insan orqanizmasında əsas 8 boşluq var idi. Onun 4-ü başda, 4-ü gövdədə yerləşirdi və ağız boşluğu da əsas bədən boşluqlarından biridir. Nəzərinizə çatdırım ki, ağız boşluğunda həm mexaniki həzm gedir, həm də kimyəvi həzm gedir. Yəni həm mexaniki, fiziki həzm gedir, həm də kimyəvi həzm gedir. Mexaniki həzm gedir dişlərin iştirakı ilə. Dişlər, yəni orada qidanın xırdalanmasında iştirak eləyir, eyni zamanda yəni xırdalanmada mexaniki həzmin həyata keçirilməsində iştirak eləyir. Və kimyəvi həzmdə də iştirak eləyir 6 ədəd iri ağız suyu vəzləri, hansı ki bunlar həzm kanalından kənarda yerləşirlər. Çənəaltı, dilaltı və qulaqyanı vəzlərdir və şəkildə də göstərilib hər biri. Ən böyüyü də qulaqyanı vəzdir və yüzlərlə kiçik ağız suyu vəzləri. Bunların axarı hara açılır? Əsas bədən boşluğu olan ağız boşluğuna açılır və onlar sutkada minimum 0,5, maksimum 2 litr. Bunlar düşür testlərə məsələ şəklində. Minimum 0,5, maksimum 2 litrə qədər ağız suyu ifraz eləyirlər deyirik. Və bu ağız suyunun, yəni bu tüpürcəyin tərkibində fermentlər var ki, bunlar da kimyəvi həzm həyata keçirilir. Həmin fermentlərə nələr aiddir? Pitialin də deyirik, amilaza da deyirik. Ağız boşluğunda olur pitialin və ya amilaza, karbohidratları parçalayan ferment, bir də maltaza fermenti. Bu da karbohidratları parçalayan ferment. Və nəzərinizə çatdırım ki, ağız boşluğunda kimyəvi həzmə məruz qalır karbohidratlar. Yalnız karbohidratlar. Ağız boşluğunda kimyəvi həzmə yalnız karbohidratlar məruz qalır və mürəkkəb karbohidratlar sadə karbohidratlara parçalanır. Məsəl üçün, nişastanı pitialin və ya amilaza fermenti maltazaya parçalayır, disaxaridə, polisaxaridi, disaxaridə. Maltazanı da maltaza fermenti glikozaya parçalayır. Yəni artıq o glikozaya parçalanma nazik bağırsaqda baş verir. Mühit necə mühitdir? Zəif qələvi mühitdir. Ağız boşluğunda dedik ki, həm mexaniki həzm gedir, həm kimyəvi həzm gedir. Mexaniki həzm dişlərin iştirakı ilə gedir, kimyəvi həzm fermentlərin iştirakı ilə gedir. Hansı ferment var? Pitialin və ya amilaza fermenti, bir də maltaza fermenti var. Yalnız karbohidratların parçalanması gedir. Mürəkkəb karbohidratlar, yəni polisaxaridlər disaxaridlərə parçalanır. Mühit necə mühitdir? Zəif qələvi. Sutkada nə qədər ağız suyu ifraz eləyir? 0,5 litrdən 2 litrə qədər ağız suyu ifraz eləyirlər deyirik. Başqa nə var ağız boşluğunda? Motsin var və lizasin fermenti var. Motsin qidanı sürüşkən eləyir, lizasin isə bakteriosit təsirə malikdir. Yəni mikrobları öldürür, bakteriyaları zərərsizləşdirir. Bunlar ferment deyil. Yəni bu motsinlə lizasim, bunlar xüsusi maddələrdir. Bunlar, məsələn, lizasim bakteriosit təsir, yəni oradakı qidayla daxil olan bakteriyaları, mikrobları öldürür, zərərsizləşdirir. Və eyni zamanda ağız boşluğunun selektiv şahsı zədələndikdə onu sağaldır. Görürsünüz, məsəl üçün, adi möhkəm deməli, qaynar qidalar yedikdə və yaxud da bəzən görürsən ki, dil zədələnir, onda müəyyən müddətdən sonra bərpa olunur. Bax, bu bərpa prosesində lizasin maddəsi mühüm rol oynayır. Bakteriyaları öldürür, mikrobları zərərsizləşdirir və nə dedik, ağız boşluğunun selektiv şahsı zədələndikdə onu təmir edir.
Deməli, ağızda olan fermentlər pitialin və yaxud da amilaz oldu. Müəllimlər, aza sözü varsa, bu zülal deməkdir. Məsələn, atev sintetaza və yaxud da lipaza və yaxud da deyə bilərəm ki, amilaza. Görürsünüz, aza varsa, bu söhbət fermentdir bunlar, zülaldan gedir. Oza termini varsa, bu karbohidratdır. Məsəl üçün, glikoza, fruktoza, riboza, saxaroza, maltoza və s. Yəni, ozadısa karbohidratdır, şəkərlərdir. Azadısa söhbət zülaldan gedir, deyirik. Dedik ki, ağız boşluğunda həzm prosesində dişlərin də mühüm rolu var. Və qeyd edeyim ki, dişlər dentin maddəsindən əmələ gəlib. Yəni, bəzən deyir ki, dişlər hansı maddədən əmələ gəlib? Dentin. Dişdə əsas hissəni təşkil edir dentin maddəsi. Yəni, əsas nədir burada rol oynayan? Dentin maddəsi rol oynayır, deyirik. Bax, burada da dediklərimin hamısı burada yazılıb əksində, əslində baxın, motsindir, lezasindir, yəni narahat olmayın, hamısı PDF-lərdə var. Demək, müəllimlər, dişin əsas, dişlər nədən əmələ gəlib deyəndə deyirik, dentin maddəsindən. Baxın, dişin bir var tacı, bir var boynu, bir də var kökü. Dişin tacı ağız boşluğunda olan hissəsi dişin tacıdır, yəni xarici hissəsi və üzəri mina qatı ilə örtülür. Mina qatı insan orqanizmasında ən sərt qatdır, hətta deyir ki, sümükdən də belə sərtdir və ektoderma mənşəlidir. Yenə rüşeym qatlarını keçəndə orada demişdik, mina, ektoderma mənşəlidir. Daxili hissəsi dentin isə mezoderma mənşəlidir. Dişin tacı nə ilə örtülüb? Ağız boşluğunda olan hissədir. Mina qatı ilə örtülüb. Mina qatı ektoderma mənşəlidir. Dişin boynu diş əti ilə örtülüb dedik. Dişin kökü isə çənə sümüyündə yerləşir və sementlə əhatə olunub, sementlə örtülüb. Və belə bir sual var idi ki, insan orqanizmasında dişin kökünə neçə sümükdə rast gəlinir? İnsan orqanizmasında dişin kökünə neçə sümükdə rast gəlinir deyəndə deyirik ki, 3 sümükdə rast gəlinir. Yəni, üst çənə, alt çənə. Biz bilirik ki, üst çənə sümüyü 2 dənədir. 2 dənə üst çənə sümüyü, 1 dənə alt çənə sümüyü. Üst çənə sümüyünə əng sümüyü də deyirlər. 2 dənədir o, sağdan, solda. 1 dənə də alt çənə sümüyü. Cəmi 3 sümükdə dişlərin köklərinə rast gəlinir və diş kökü çənə sümüyündə yerləşir, sementlə əhatə olunub deyirik. Deməli, dişlər əsasən dentin maddəsi ilə əmələ gəlib dedik. Dentin mezoderma mənşəlidir. Dişin tacı mina ilə örtülüb, ektoderma mənşəlidir. Diş boynu diş əti ilə əhatə olunub. O diş ətinə desna da deyirlər. Desna. Dişin kökü isə sementlə, çənə sümüyündə yerləşir və sementlə əhatə olunub deyirik. Və dişin daxilində, dişin orta hissəsində özək yerləşir. Ona pulpa da deyirlər. Özək dişin belə deyək də yumuşaq hissəsidir. Çünki özəkdə qan damarları və sinirlər var. Yəni dişin sərt hissəsi deyəndə deyəcəyik mina, dentin, sement. Bunlar sərt hissədir. Amma dişin yumuşaq hissəsi deyəndə deyəcəyik özək. Özəkdə qan damarları var, sinirlər var. Yəni ona görə özək hissə yumuşaqdır, kövrəkdir. Yəni digərlərinə baxın. Amma minadır, dentin, sement qatları bunlar dişin sərt hissələridir. Ümumiyyətlə qeyd eləyək ki, müəllimlər, yeni doğulmuş uşağın ağzında diş olmur. Və təqribən 6-7 ayından başlayaraq uşağın ağzına dişlər çıxmağa başlayır və bu dişlərə biz süd dişləri deyirik. Bilirik ki, süd dişləri 20 ədəd olur. Kəsici, köpək və kiçik ağzı dişləri. Bax, bunlar süd dişləridir. Kəsici dişlər, köpək dişlər və kiçik ağzı dişlərinə biz nə deyirik? Süd dişləri deyirik. İndi baxın, müəllimlər, deməli, bax, deyirəm ki, yeni doğulan uşağın ağzında diş yoxdur. Təqribən 6-7, minimum 6, maksimum 7 ayında uşağın ağzına süd dişləri çıxır. 6-12 yaşına qədər. 6-12 yaşına qədər bu dişlər daimi dişlərlə əvəz olunmağa başlayır. Yəni, 12 yaşına qədər davam edir bu proses və 16 yaşından sonra ağıl dişləri çıxır. Yəni, 16 yaşına qədər olan adamın ağzında 28 diş olur. 16 yaşda daxil olmaqla 28 diş olur. Amma artıq 16-dan sonra 17 yaşında 32 diş götürəcəyik. Çünki 16 yaşından sonra böyük ağzı dişləri 12 ədəddir əslində.
16 yaşına qədər 8 dənəsi çıxır. 16 yaşından sonra, məsəl üçün 17 yaşında o 4 dənə ağıl dişi də çıxır ki, deyirik cəmi 12 dənə böyük ağzı dişi olur və 32 dişi olur insan ağzında. Deməli, bax, dişlər ümumiyyətlə kəsici, köpək, ağzı dişlərə bölünür. Ağzı dişlər, kiçik ağzı dişlər, böyük ağzı dişlər olmaqla iki qrupa ayırırıq biz onları. Kəsici dişlər, bax, şəkildən gördüyünüz dişlər, bax, bunlar, şəkildən gördüyünüz kimi bu dişlər, bax, burada kəsici dişlərdir, fikir verin. Bax, bu yaşılla verilənlər üstdə və altda. Üst çənə dedim ki, iki sümükdür. Sağ, sol. Sağda 2, solda 2. Belə götürəcəksiniz üst çənəni. Alt çənə isə bir dənə sümükdür, 4 dənə orada. 4'ü üstdə, 4'ü altda. Cəmi neçə dənə kəsici diş oldu? 8 dənə kəsici diş var. Və yadımızda qalsın, 8 dənə kəsici diş 2 dəfə çıxan dişlərdir. Yəni ontogenezdə, insan ontogenezində əvvəlcə 6-12 yaşına qədər deyirik ki, 6-7 yaşında süd dişləri çıxır, bir dəfə çıxır, 8 dənə tökülür, təzdən yenə çıxır. Deməli, 8-i əvvəl çıxdı, sonra töküldü, təzdən 8-i yenə çıxır. Cəmi neçə dənə? 16 dənə kəsici diş çıxır insan ağzında. Köpək dişləri 4 dənədir. Bu kənarda verilən, bax, bu qırmızı ilə göstərilənlər, bax, bu hissədə qırmızı ilə göstərilənlər köpək dişlərdir, 4 dənədir. Üst çənədə 2 dənə, sağda 1, solda 1, üst çənədə sağ üst çənə, sol üst çənə. Alt çənədə 2 dənə. Cəmi 4 dənə köpək dişi var. Kəsici dişlər qidanı kəsir, köpək dişlər tutub saxlayır. Köpək dişləri 2 dəfə çıxan dişlərdir. Əvvəl 4 dənə süd diş çıxır, tökülür, təzdən yenə daimi diş çıxır. Cəmi 8 dənə diş çıxır ontogenez boyu insanın ağzına, 8 köpək dişi. Və kiçik ağzı dişləri. Kiçik ağzı dişləri isə, bax, bunlardır. Kiçik ağzı dişləri, bax, bu sarı ilə göstərilənlərdir, fikir verin. Sarı rəngdə göstərilənlərdir. Kiçik ağzı dişləri cəmi 8 dənədir. Onlar da 2 dəfə çıxır. 8'i əvvəl çıxır, tökülür, 8'i sonra çıxır. Cəmi neçə dənə diş çıxır, ontogenezi 16. Bax, bunlara deyirlər, bu 20 dişə deyirlər süd dişi. Amma bunlar daimi dişlərdir. Bir dəfə tökülür, təzdən 20'si yenə çıxır. Bunlar daimi dişdir. Deməli, insan ontogenezində kəsici dişlər neçə dəfə çıxır deyəndə deyirik ki, 2 dəfə. Cəmi neçə kəsici diş çıxır insan ağzına? 16. Cəmi neçə köpək dişi çıxır? 8. Cəmi neçə kiçik ağzı dişi çıxır? 16. Amma 8'i süd dişi olur, tökülür, təzdən 8'i çıxır. 4'ü süd dişi tökülür, təzdən 4'ü çıxır. 8'i kəsici diş, süd dişi kimi tökülür, təzdən çıxır. Yəni insan orqanizmində, ontogenezində 2 dəfə kəsici, 2 dəfə köpək, 2 dəfə də kiçik ağzı dişləri çıxır. Deməli, insan ontogenezində cəmi 16 kəsici diş çıxır, cəmi 8 köpək dişi çıxır, cəmi 16 kiçik ağzı dişləri çıxır. Amma insan ontogenezində bir dəfə çıxan dişlər böyük ağzı dişləridir. Böyük ağzı dişləri 12 dənədir. 12 dənə. Bax, bu gördüyünüz bu mavi ilə verilənlər böyük ağzı dişləridir. 3'ü sağ üst çənədə, 3'ü sol üst çənədə, 6'sı alt çənədə. Cəmi neçə dənə diş çıxır? 12. Və bu dişlər daimi dişlərdir. Və bu 12 dənə daimi dişin 8'i 16 yaşına qədər çıxır. 4'ü 16 yaşından sonra çıxır. Yəni 16 yaşlı gəncin, uşağın, insanın ağzında 28 diş olur. 8 kəsici, 4 köpək, 8 kiçik ağzı, 8 böyük ağzı. 17 yaşında ondan sonra olanların ağzında isə 32 diş olur. Bura 4 dənə böyük ağzı dişi də gəlir. Yəni bunlar 8'i əvvəl, 4'ü sonra olmaqla insanların ontogenezində bir dəfə çıxan böyük ağzı dişləri də deyirik. Ağzı dişləri isə qidanı xırdalayırlar. Onlara malyar, premalyar dişlər də deyilir. Onlar isə xırdalayır. Kəsici kəsir, köpək parçalayır, deməli saxlayır, belə deyək. Ağzı dişləri isə xırdalayır. Deməli 20 süd dişi, 20'si çıxdı, töküldü, təzdən 20'si çıxdı, üstə gəl bu 12'nin də gəlin üstünə. Neçə elədi? 52. İnsan bütün ontogenezi boyu cəmi neçə diş çıxarır deyəndə deyirik 52. Bunun 20'si süd dişidir, 32'si daimi dişlərdir. Yəni bu 32 daimi dişin içərisində artıq bunlar çıxandan sonra bunlar daha daimi olur, daha tökülmürlər. 6-12 yaşına qədər daimi dişlərlə əvəz olunur. 16 yaşından sonra da nə çıxır deyirik? Həmin o, deməli 4 dənə ağıl dişi olan böyük ağzı dişləri də 16 yaşından sonra çıxır deyirik.
Demək, indi burada testlərə düşən, məsəl üçün, suallar var ki, tutaq ki, belə bir suallar verir ki, hansı dişlərdir ki, bunlar hər iki tərəfdən öz diş növünə qonşudur və yaxud da heç bir tərəfdən öz diş növü ilə qonşu deyil və yaxud da bir tərəfdən diş növü ilə qonşudur və s. Bax, belə suallarla da rastlaşırıq testlərdə. İndi məsəl üçün, bax, deyir ki, hər iki tərəfdən öz diş növünə qonşu olan dişlər hansılardır? Bax, gəlin diqqətlə baxaq müəllimlər. Bax, birinci nədir? Birinci sual nə oldu? Birinci dedi ki, hər iki tərəfdən öz diş növünə qonşu. Bax, bura yazaq 1. Deməli, hər iki tərəfdən, baxın, öz diş növünə qonşu. Hər iki tərəfdən öz diş növünə qonşu olan dişlər. Hansı olar siz bilən? Bax, burada bu kəsici dişlərə bir dənə fikir verin. Kəsici dişlər 4 dənədir. Bu kəsici dişlərin içərisində, bax, ortada gələnlər həm sağdan, həm soldan öz diş növü ilə qonşudur. Ortada gələnlərdən söhbət gedir, kənarda yox. Deməli, ikisi yuxarıda, ikisi aşağıda. 4 dənə kəsici. Üstə gəl. Deməli, ortada gələn 4 dənə kəsici diş hər iki tərəfdən öz diş növü ilə qonşudur. Bir də, gəlin burada böyük yazı dişlərinə baxın, ortada gələn böyük yazı dişlərinə fikir verin və bunlardan söhbət gedir. Ortada gələn böyük yazı dişləri, ikisi üstə, ikisi altda. 4 dənə böyük yazı dişi. Cəmi 8 dənə diş hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişlərdir. 4 ortada gələn kəsici, 4 ortada gələn böyük yazı. Bu bir. Keçək indi ikinciyə. İkinci qoyub yazırıq ki, heç bir tərəfdən öz diş növü ilə qonşu olmayan dişlər. Yəni, bu dişlər heç bir tərəfdən öz diş növü ilə qonşu deyil. Nə ola bilər? Köpək. Baxın, 4 dənə köpək dişi. 4 köpək. Köpək dişləri heç bir tərəfdən öz diş növü ilə, yəni köpəklə qonşu deyil. 4 köpək. Üçüncü soruşa bilər ki, bir tərəfdən öz diş növü ilə qonşu olan dişlər. Baxın, bir tərəfdən öz diş növü ilə qonşu olan dişlər. Gəlin baxaq, hansı dişlərdir ki, bunlar yalnız bir tərəfdən öz diş növü ilə qonşudurlar. Məsəl üçün, deyək, bax, elə bu kəsici dişlərə baxın, qıraqda yerləşən kəsici dişlərə, ortada yox. Qıraqda gələn kəsici dişlərə baxın. Qıraqda gələn kəsici dişlər bir tərəfdən öz diş növü ilə, kəsici dişlə qonşudur, o birisi tərəfdən köpəklə. Yəni, bir tərəfdən öz diş növü ilə qonşu olan kəsici diş neçə dənədir? 4 dənə kəsici. Bu 4. Sonra, məsəl üçün, 8 dənə, gəlin baxaq buradan, qoy silək bunu. 8 dənə kiçik yazı dişini götürə bilərik. Deyək, baxın, bax, ikisi burada, ikisi burada, ikisi burada, ikisi burada. Həm sağdakı, həm soldakı yalnız bir tərəfdən öz diş növü ilə qonşudur. Deməli, 8 dənə kiçik ağzı dişini götürə bilərik. Bir də 8 dənə böyük ağzı dişini götürə bilərik, amma kənarda gələn. Deyək, baxın, kənarda gələn. Bax, bu kənarda gələn böyük ağzı dişlərinin hər biri, yəni biz onlara köpək dişləri deyirik də. Onlar 8 böyük ağzı dişləri neynirlər? Bir də bu. Qoy buranı təmizləyək səliqəli. Bax, bura baxın. Daha doğrusu 4 dənə yox, 8 dənə böyük yazı dişi. 8 böyük yazı dişi. Cəmi, deməli, 20 dənə diş. Deməli, cəmi 20 diş bir tərəfdən öz diş növü ilə qonşudur. 4 kəsici, 8 kiçik yazı, 8 böyük yazı. Bir bu, bax, bu qıraqdakılar. Yalnız öz diş növü ilə. Bir də bu, kənardakılar, baxın. Ortada gələn hər iki tərəfdən öz diş növü ilə qonşudur. Deməli, 8 böyük yazı dişi. Sonra, məsəl üçün, sonra nə soruşa bilər bizdən? Sonra soruşa bilər ki, tutaq ki, neçənci oldu? Səhv eləmirəmsə 4-cü gəlməlidir. Sonra deyə bilər ki, yalnız bir diş növü ilə qonşu olanlar. Baxın, yalnız bir diş növü ilə qonşu. Yəni, bunlar yalnız bircə dənə diş növü ilə qonşudur. Məsəl üçün, baxın, müəllimlər, ortada gələn kəsicini götürə bilərikmi? Bax, ortada gələn kəsici dişləri, yəni, ortada gələn kəsici 2, 4 dənə olur da. Deməli, baxaq, yalnız bir diş növü ilə qonşudur, deyir.
Deməli, onda əgər yalnız bir diş növü ilə qonşu olan diş deyirsə, biz götürməliyik kəsici dişləri. Yəni, elə 8-ini də götürə bilərik. Çünki bir tərəfdən də yalnız bir diş növü ilə, tutaq ki, bir tərəfdən kəsici ilə qonşudur, digər tərəfdən, yəni öz dişinə aid olmayan, öz növünə aid olmayan 8 dənə kəsicini götürə bilərik. Onda 4 dənə də ağıl dişini götürə bilərik. Deyin, bax, bu ağıl dişlərini. Çünki yalnız bir tərəfdən öz diş növü ilə qonşudur. Bir tərəfdən öz diş növü ilə qonşu olan hansı oldu deməli? Bir tərəfdən öz diş növü ilə qonşu olan dedik ki, deməli 8 dənə kiçik ağzını götürdük. Sonra 4 dənə də nəyi götürdük? Ağıl dişini götürdük. Yəni böyük ağzı dişini götürdük. Cəmi 12 dənə. İndi məsələn, 5-ci bizdən soruşa bilər ki, 2 diş növü ilə qonşu olan dişlər. 2 diş növü ilə qonşu olan dişlər. 2 diş növü. Gəlin baxaq. Kənarda yerləşən 4 kəsici. Kənarda yerləşən 4 kəsici. Çünki kənarda yerləşən bu 4 kəsici dişlər bir tərəfdən kəsici ilə qonşudur, bir tərəfdən köpəklə. 4 dənə köpək. Niyə 4 dənə köpək? Bir tərəfdən kəsici ilə qonşudur, bir tərəfdən kiçik ağzı ilə. 8 dənə kiçik ağzı. 8 dənə kiçik ağzı dişlərinin hər biri bir tərəfdən köpəklə qonşudur, bir tərəfdən böyük ağzı ilə qonşudur. 4 dənə də böyük ağzı dişi. 4 dənə böyük ağzı dişi. Bax, 4 dənə böyük ağzı dişi, yəni bax bu. Bir tərəfdən böyük ağzı ilə qonşudur, bir tərəfdən də kiçik ağzı ilə. Deməli, oldu cəmi neçə? 8, 4, 4, 4. 20 dənə diş, deməli, 2 diş növü ilə qonşu olan dişlərdir. Bax, bu da belə. Bunlar bəzən məsələlər şəklində sual verilir, soruşulur ki, məsəl üçün, insan ağzında hər iki tərəfdən öz diş növü ilə qonşu olanlar, heç bir tərəfdən öz diş növü ilə qonşu olmayanlar, bir tərəfdən öz diş növü ilə qonşu olanlar və yaxud da dedik ki, deməli, bir tərəfdən və yalnız bir diş növü ilə qonşu olanlar və yaxud da 2 diş növü ilə qonşu olanlar, bax, bunları testlərdə soruşurlar. Ona görə də burada deməli, diqqətli olmaq lazımdır ki, məsələlərə düşəndə, məsələlər şəklində soruşanda bunu sayıb tapa biləsiniz. Mənə elə gəlir ki, burada çətin bir şey yoxdur. Yəni, diş modelinə baxanda və yaxud da özümüzdən də çəkə bilərik. Məsəl üçün, tutaq ki, bax, çəkə bilərik, tutaq ki, 1, 2, 3, 4 dənə kəsici diş çəkə bilərik. Alt çənədə, üst çənədə. Bunlar olsun kəsici dişlər. Və yaxud da gəlin köpək dişi çəkək. Bax, bu 1, bu 2 köpək dişi olsun 2 dənə. Və yaxud da kiçik ağzı dişi çəkək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Böyük yazı dişi çəkək. Məsəl üçün 1, 2, 1, 2, 1, 2, 1, 2 oldu 8. O birisi deməli 2 dənə ağıl dişi, 4 dənə ağıl dişi də daha sonralar çıxır. Məsəl üçün belə çəkək. İndi bax, bura baxanda buradan aydın şəkildə məlumdur ki, ortada gələn kəsici dişlərin hər biri hər iki tərəfdən öz diş növü ilə qonşudur. Və yaxud da bu ortada gələn böyük yazı dişi hər iki tərəfdən öz diş növü ilə qonşudur. Yəni belə rahat bir şeydir. Və yaxud da kiçik yazı dişləri bir tərəfdən köpəklə qonşudur, bir tərəfdən böyük yazı ilə qonşudur. Yəni hər iki tərəfdən fərqli növlərlə qonşu olanlar. Bax, bu cürdə çəkib, yəni testlərdə düşəndə özünüzdən bu cürdə çəkib tapa bilərsiniz. Yəni bu mənə elə gəlir ki, rahatdır. Müəllimlər, bir dəqiqə məni 5 dəqiqə üzürlü sayın, gəlirəm.
Deməli, indi keçək dilə müəllimlər. Qeyd etdik ki, deməli, əsl ağız boşluğunda yerləşən orqanlardan biri də dildir. Deməli, baxın, deyirik ki, enlə zolaqlı əzələdən danışanda bizdə ki, enlə zolaqlı bir var. Deməli, enlə zolaqlı ürək əzələsi, enlə zolaqlı sklet əzələsi. Məsəl üçün, deyirik ki, deməli, dildir, udlaqdır, qırtlaqdır. Bunlar biz bilirik ki, bunlar daxili orqanlardır. Dil də ağız boşluğunda yerləşir, udlaqdır, qırtlaqdır. Bunlar daxili orqanlardır. Bunlar daxili orqanlar olmasına baxmayaraq, bunlar enlə zolaqlı əzələ toxumasından təşkil olunub. İndi testlərdə sual var ki, hansı orqanlardır ki, onlar biz bilirik ki, adətən daxili orqanlar say əzələdən təşkil olunub. Ürək də enlə zolaqlı ürək əzələsindən. Deyək ki, məsəl üçün, hansı daxili orqanlardır ki, onlar, yəni daxili orqanlar olmasına baxmayaraq, onlar enlə zolaqlı sklet əzələsindən təşkil olunub. Bunlara biz nəyə misal göstərdik? Dildir, udlaqdır, qırtlaqdır. Bir də yadınızdasa diafraqmanı demişdik ki, özdən yeganə enlə zolaqlı əzəldən təşkil olunub ki, iş prinsipi qeyri-iradidir. Dil, udlaq, qırtlaq. Bunlar daxili orqanlardır, amma bunların enlə zolaqlı əzələ toxumasından təşkil olunub deyirik. Və bir də yadınızda saxlayın ki, udlaq həm həzm və tənəffüsü birləşdirir. Yəni, udlaq hissə, necə ki, baxın, ağız, sonra ağızdan sonra udlaq deyirik həzm sistemində. Eləcə də tənəffüs sistemində də burun boşluğu burun udlaq deyirik. Deməli, udlaq həm həzm, həm də tənəffüsü birləşdirən bir hissədir. Deməli, müəllimlər, dil, ümumiyyətlə biz bilirik ki, dildə reseptorlar var. Dil həm də bizim eyni zamanda dad orqanımızdır. Yəni, dad reseptorları yerləşir burada və dilin üzərində həmişə köhnə kitablarda, köhnə dərsliklərdə 4 dənə reseptor var deyirdik də. Yəni, biri, məsələn, dilin ucu şirini, arxası, deməli, demişdik ki, acını və yaxud da yanları turşu, və yaxud da deyirdik ki, ucu və yan hissələri bir yerdə duzlunu müəyyənləşdirir deyirdik. Amma indi hal-hazırda dimin təzə testlərində yeni bir ləziz dad da var. Yəni, dilin üzərində deyir ki, dilin üzərində ləziz dadı müəyyənləşdirən ümman dad deyirlər buna. Yəni, yenə də deyirəm, əslində təzə dərsliklərdən heç nə düşməyəsidir. Amma bu, bir neçə testdə qarşıma çıxıb. Yəni, dində şəxsən bununla bağlı suallar var. Ona görə də artıq 5 götürəcəksiniz. Dilin üzərində neçə növ reseptorlar var deyəndə 5 götürəcəyik. Şirini, acını, turşu, duzlunu, bir də ümman dad deyirlər. Məsəl üçün, balıq əti. Balıq məhsulları, balıq konserva, balıq əti, balıq məhsullarının dadı. Yəni, ləziz dad da, belə də deyirlər. Ümman dad və yaxud da ləziz dad. 5 reseptor götürəcəyik, yəni. Deməli, biz bilirik ki, dildəki, qeyd etmişdik ki, biz dildə reseptorlar dad tumurcuqlarındakı dad məməciklərində, dilin üzərindəki dad tumurcuqlarındakı dad məməciklərində nə yerləşir deyirik, reseptorlar yerləşir və dilin əsas rolu nədir? Qidanı dişlərə itələmək, yəni ağızda çeynənilən qidanı dişlərə doğru itələyir və eyni zamanda dad orqanıdır dedik, dad reseptorları yerləşir və dilin üzərində nəinki dadı, eyni zamanda toxunmanı, temperaturu da müəyyənləşdirən, yəni bir neçə reseptora rast gəlmək mümkündür deyirik. Bu proses, yəni udma prosesi, yəni udmada dil də mühüm rol oynayır. Belə ki, çeynənmiş qidanı qida borusuna istiqamətləndirir udmada. Bu udma aktı necə baş verir? Ümumiyyətlə, udma prosesində deyirik ki, udma prosesinin həyata keçirilməsində həm belə deyək də, dilin kökünün əzəlləri, həm də yumuşaq damaq iştirak edir. Belə ki, deyir, ağza düşən qida ağızda islanır, həzm fermentlərinin təsirinə məruz qalır, mutsin onu sürüşkən vəziyyətə gətirir, lizosin fermenti bakteriyaları öldürür, mikrobları zərərsizləşdirir, ağız boşluğunun serikşasının zədələnməsinin qarşısını alır. Yəni, islanmış qida kütləsi dilin kökünü qıcıqlandırır, dilin kökünü qıcıqlandırır. Bu zaman dilin kökü və yumuşaq damağın əzələləri yığılır. Baxın, ağza düşən qida dilin kökünü qıcıqlandıran zaman dilin kökü və yumuşaq damaq, yadınızdadırsa mən demişdim ki, ağız boşluğu burun boşluğundan arxada yumuşaq damaq, öndən sərt damaq vasitəsilə ayrılır.
dilin kökünün əzəlləri və yumuşaq damağın əzəlləri yığılır. Bu zaman yumuşaq damaq yuxarı qalxaraq burun boşluğunu bağlayır və qidanın burun boşluğuna düşməsinin qarşısını alır. Demək, bundan başqa yumuşaq damaq neynədir? Yuxarı qalxaraq burun boşluğunu bağladı və dilin kökü də aşağı enərək nəfəs borusunu bağlayır və daha doğrusu belə deyək də qırtlaq qapağını basır, qırtlaq qapağı nəfəs borusunun üzərini bağlayır və qidanın nəfəs borusuna düşməsinin qarşısı alınır. Bax, burada deyilənlər hamısı ard-ardına yazılıbdır. Demək, dedik ki, dilin kökü qıcıqlanır. Dilin kökü qıcıqlanan zaman yumuşaq damağın və dilin kökünün əzəlləri yığılır. Bunun sayəsində yumuşaq damağın, biz boğazın içəri tərəfində var, dilçək deyirik. Yumuşaq damağın dilçəyi yuxarı qalxıb burun boşluğunu gedən yolu bağlayır və qidanın burun boşluğuna düşməsinin qarşısını alır. Belə dilin kökü isə aşağı enərək qırtlaq qapağını basır. Qırtlaq qapağı nəfəs borusunun üzərini bağlayır və qida nəfəs borusundan düşmür və udma prosesi baş verir. Udma mərkəzi uzunsoğ beyində yerləşir. Udma aktının həyata keçirilməsində tüpürcək mühüm rol oynayır. Tüpürcək qurtararsa udma prosesi də kəsilər. Yəni tüpürcək udma prosesinin həyata keçirilməsində mühüm rol oynayır deyirik. Və udma prosesində udma mərkəzi haradır? Uzunsoğ beyində deyirik. Udulan qida ağızdan udlağa, udlaqdan qida borusuna keçir. Burada sadəcə olaraq selik var, yəni bu qidanı sürüşkən vəziyyətə gətirir. Burada heç bir həzm fermenti yoxdur. Burada nə mexaniki, nə kimyəvi həzm getmir və qida buradan düşür hara? Mədəyə. Qida borusundan keçir mədəyə və nəzərinizə çatdırım ki, mədə həzm kanalının ən geniş hissəsidir və mədənin tutumu 0,5 litrdən 3-4 litrə qədər ola bilir. Ən uzun hissə nazi bağırsaqdır. Ən geniş hissə mədədir və 0,5 litrdən 3-4 litrə qədər tutumu var və ilk dəfə olaraq həlqəvi qurtlar tipində əmələ gəlib mədə. 2 kameralı mədə deyirdik hətta orada, mədə və çinadan. Çinadan qida borusunun genişlənmiş hissəsi idi. Mədə də 2 kameralı idi bunlarda və qarın boşluğunun sol tərəfində yerləşir mədə. Qarın boşluğunun sol tərəfində diafraqmanın altında yerləşir. Qarın boşluğunun sol tərəfində diafraqmanın altında yerləşir. Simpatik sinirlər gəlir döşdən, parasimpatik sinirlər gəlir baş beyindən, beyin kötüyündən, yəni uzunsov beyindən gəlir dedik. Və qeyd eləyək ki, müəllimlər, qida borusunun mədəyə açılan hissəsində 2 qüvvətli əzələ var, ona sfinktor deyirik. Bu sfinktor qida borusundan mədəyə keçəndən sonra bağlayır ki, geri qayıtmasın və bəzi insanlarda anadan gəlmə o əzələ olmur. Və bir də o sfinkter mədənin nazik bağırsağı, 12 barmaq bağırsağı keçən hissəsində var. Yəni qida borusunun mədəyə keçən hissəsi və mədənin 12 barmaq bağırsağı keçən hissəsində var. Və qeyd eləyək ki, deməli, mədənin ümumiyyətlə tək mədə deməyək də, ümumiyyətlə həzm kanalı, biz yadınızdadır, mən demişdim ki, içi boş orqanlar, mədədir, bağırsaqlardır, içi boş orqanların üzəri xaricdən 3 qatla ümumiyyətlə örtülüb. Xaricdən birləşdirici toxuma qatı, buna seroz qışa da deyirlər, sıx lifli birləşdirici toxuma qatı, ürəyin üzəri də örtülürdür, ürək ətrafı kisə ilə, nazik bağırsağın üzəri plevra kisəsi ilə, bu da birləşdirici toxuma. Onun altında sayə əzələ qatı, onun da altında epitel qatı. Bax, üzəri örtüldü sıx lifli birləşdirici toxuma qatı ilə, o qatı onu xarici təsirlərdən qoruyur. Onun altında sayə əzələ qatı var və sayə əzələ qatı da mədədə 3 cür yerləşir. Məsəl üçün, deyəcək ki, nazik bağırsaqda 2 cür yerləşir, amma mədədə 3 cür. Hansılardır 3 cür? Eninə, uzununa, çəpinə. Eninə, uzununa, bir də çəpinə. 3 cür. Sayə əzələyə mədədə 3 istiqamətdə rast gəlinir. Eninə, uzununa, çəpinə. 3 istiqamətdə. Amma nazik bağırsaqda 2 istiqamət deyəcəyik. Eninə, uzununa. Və epitel qatı, bu da mədənin selikli qişasıdır. Mədədə büküşlərdir, selikli qişadır. Epitel qatından təşkil olunub deyirik, 3 qatdan. Və qeyd eləyək ki, deməli, mədədə, müəllimlər, 3 tip, ümumiyyətlə mədənin belə deyək də selikli qişası
3 tip hüceyrədən ibarətdir. Mədənin selikli qişasını, bu dediyimiz epitel qat selikli qişası 3 tip hüceyrədən ibarətdir. Əsas hüceyrələr, örtük hüceyrələri və əlavə hüceyrələr. Əsas hüceyrələrdə fermentlər hazırlanır. Adından da göründüyü kimi əsas fermentlər hazırlanır. Yəni mədədə olan fermentlər pepsindir, xemazindir, lipazadır. Örtükdə xlorid turşusu hazırlanır. 0,5%-li xlorid turşusu. Əlavə hüceyrələrdə isə selik hazırlanır. Əlavə hüceyrələrdə nə hazırlanır? Selik hazırlanır. Və nəzərinizə çatdırım ki, məsəl üçün, gəlin indi bunlarla tanış olaq. Məsəl üçün, dedik ki, deməli, mədənin əsas hissəsində dedik ki, nə hazırlanır? Deməli, həzm fermentləri. Bax, deyirik ki, pepsin. Müəllimlər, mədədə bayaq qeyd etdim ki, qida borusunda mühit zəif qələvi mühitdir və karbohidratların həzmi başlayır. Yekunlaşır nazik bağırsaqda. Amma mədədə zülalların həzmi başlayır. Özdə iri molekullu zülallar, mürəkkəb zülallar sadə zülallara parçalanır. Hələ amin turşusu yoxdur. Deməli, mədədə turşu mühitdir, özdə xlorid turşusudur dedik, 0,5%-lı. Mədədə karbohidratın həzmi getmir. Sadəcə olaraq belə bir ifadə deyilir ki, mədədə deyirik karbohidratı parçalayan ferment yoxdur. Yəni, amilaza yoxdur və yaxud da pitialin yoxdur. Sadəcə olaraq ağızda başlayan həzm, yəni karbohidratın ağızda başlayan həzmi mədədə davam edir. O vaxta qədər ki, qida turş mühitdə qarışana qədər, yəni belə deyək, ağızdan gələn qida turş qida horrası ilə qarışana qədər, yəni turş mühitlə, mədənin turş mühiti ilə qarışana qədər karbohidratın parçalanması davam edir. Amma bu demək deyil, mədədə karbohidratı parçalayan ferment var. Yoxdur. Mədə şişəsinin tərkibində olan fermentlər pepsindir, xemazindir, lipazadır. Pepsin zülalları parçalayır, mürəkkəb zülalları sadə zülallara parçalayır. Necə ki, ağızda amilaza mürəkkəb karbohidratları, polisaxaridləri disaxaridlərə parçalayırdı və onun glikozaya parçalanması nazik bağırsaqda davam edirdi. Eləcə də mədədə mürəkkəb zülallar sadə zülallara parçalanır pepsinin iştirakı ilə. Hələ amin turşusu yoxdur. Hələ glikoza yoxdur. Olan nazik bağırsaq. Tam parçalanma nazik bağırsaqda gedəcək. Bəs ximazin nə edir? Ximazin südün zülalını parçalayır. Ximazin südün zülalını parçalayır. Südün zülalının parçalanması mədədə gedir. Yəni, hətta belə bir fikir var ki, bu südün zülalının laxtalanmasında iştirak edir ki, bu da deyir, südəmər uşaqların qidalanması üçün yaxşı vasitədir. Deyir ki, ximazinin təsirindən südün zülalı laxtalanır ki, daha sonra onu pepsin deməli parçalayır. Deməli, südün zülalının həzmində iştirak edir ximazin. Bəs lipaza orada nə edir? Lipaza heyvan mənşəli yağların parçalanması, südün yağı. Görürsünüz, süd heyvanlarda olur da, süd yağının, heyvan mənşəli yağların parçalanmasında lipaza mühüm rol oynayır. Bitki mənşəli yağlar isə artıq onlar nazik bağırsaqda həyata keçirilir. Deməli, baxın, dedik ki, mədədə heyvani mənşəli yağların, südün yağının parçalanması lipaza fermentin iştirakı ilə həyata keçirilir ki, lipazanın təsirindən heyvan mənşəli yağlar qliserinə və yağ turşusuna parçalanır deyirik. Və mədədə mühit nədir? Turş mühitli deyirik. Mədədə qida qalır 4-8 saat, reflektor mədə şişəsi ifrazəsi 2 saat çəkir. Deməli, 4-8 saat müddətində fermentativ təsirə məruz qalır, 2 saat isə reflektor təsirə məruz qalır. 4-8 saat qalır mədədə qida. Və qeyd eləyək ki, doyma siqnalları isə beyinə 20 dəqiqə gec çatır. Yəni, insan ona görə tez-tez yedikdə doymasını bilmir və çox yeyir. Bu da mədə üçün güc verir. Ona görə də insan səbirlə yavaş-yavaş yeməlidir ki, doyma siqnalları deyir, beyinə yedikdən 20 dəqiqə gec çatır. Deməli, bunlar haqqında danışdıq, həzm şirələri haqqında və örtük dedik ki, örtük xlorid turşusu. Xlorid turşusunun funksiyası nədir? Ümumiyyətlə, xlorid turşusu mədədə hansı işi görür? Xlorid turşusu, müəllimlər, xlorid turşusu nə edir? Deyirik ki, bax, xlorid turşusu mədədə turş mühit yaradır, adı üstündə.
Mədə mühiti turş mühiti, mədədə turş mühit yaradır. Eyni zamanda fermentlərin aktivliyini artırır. Xüsusilə də pepsinin fəaliyyətini artırır. Və bir də necə ki ağızda lizasin bakteriosit təsirə malik idi, bu mikrobları öldürürdü. Burada da xlorid turşusu mikrobları öldürür. Mədəni mikroorqanizmlərdən qoruyur. Deməli, turş mühit yaradır, pepsinin fəaliyyətini artırır, mikroorqanizmlərdən mədəni qoruyur. Bəs selik nə edir? Seliyin nə kimi funksiyası var? Yəni əlavə hüceyrələrin hazırladığı mədə divarının üzərini örtən o selikin nə kimi funksiyası var? Deyirik ki, seliyin rolu, funksiyası ondan ibarətdir ki, selik əlavə hüceyrələr tərəfindən hazırlanır və mədə divarını fermentlərin və xlorid turşusunun təsirindən qoruyur. Bax, selik əlavə hüceyrələrin hazırladığı vasitədir və o mədənin divarını, mədənin içərisində həm xlorid turşusu 0,5%-dır, lakin o mədənin aşındırıcı xüsusiyyətinə malikdir. Mədənin selikli qişasını nədən qoruyur? Fermentin, pepsinin və xlorid turşusunun təsirindən qoruyur deyirik. Və əsas hüceyrələr mədə şirəsi ifraz eləyirlər. Bu da dedik ki, mədənin daxili hissəsini qoruyur. Və yadımızda qalsın ki, ağız suyu sutkada 0,5-2 litr, mədə isə bir sutkada 2-2,5 litrə qədər, bir sutkada 2-2,5 litrə qədər nə edir? Mədə şirəsi ifraz eləyir deyirik. Deməli, mədə şirəsinin tərkibində nələr oldu? Fermentlər, pepsin, ximazin, lipaza, xlorid turşusu və selik oldu. Bir sutkada nə qədər mədə şirəsi ifraz olundu? 2-2,5 litr mədə şirəsi ifraz olundu deyirik. Mədədə mühit necə mühit oldu? Turş mühit oldu. Nəyin parçalanması başladı? Zülalların parçalanması. Hansı ferment? Pepsin. Ximazin nə idi? Südün zülalını parçalayırdı. Lipaza nə edirdi? Südün yağını, bir heyvan mənşəli yağların parçalanmasında iştirak edirdi. Dedik ki, həzm kanalının ən geniş hissəsi mədədir. Tutumu 0,5-3-4 litrdir. Ən uzun hissəsi isə, şöbəsi isə bağırsaqlardır. Bağırsaqlar nazik və yoğun olmaqla iki qrupa bölünür. Nazik bağırsaqlar dedik ki, 12 barmaq bağırsaq acı və qalçadır. Yoğun bağırsağı isə kör bağırsaq, çəmbər bağırsaq, düz bağırsaqdır. Nazik bağırsaq qarın boşluğunda yerləşir. Simpatiki döşdən, parasimpatiki baş beyindən, yəni beyin kötüyü və yaxud da uzunsov beyindən gəlir dedik. Uzunluğu 3-7 metr götürülür. 3-7 metr götürülür və ilk dəfə olaraq bağırsaqlar Proterozoa erasında yastı qurtlar tipində kör şaxəli bağırsaqlar meydana gəlib dedik. Bağırsağın mühiti qələvi mühitdir. Ağız boşluğunda mühit zəif qələvi, mədədə turş, bağırsaqlarda qələvi mühit mövcuddur. Xüsusilə də 12 barmaq bağırsağın boşluğunda qələvi mühit mövcuddur və 12 barmaq bağırsaq əlin bir-birinin yanına qoyulmuş 12 barmağı qalınlığında, yoğunluğunda olduğuna görə buna biz nə deyirik? 12 barmaq bağırsaq adını vermişik. 12 barmaq bağırsağın boşluğunda mühit necədir? Turş, üzr istəyirəm, qələvi mühitdir. 12 barmaq bağırsağa, müəllimlər, düşür testlərə 3 axar açılır. Hansıdır bu 3 axar? Baxın, ödün axarı, bu 1. Bax, görürsünüz burada öd axarı. Qaraciyərin axarı, bu 2. Bir də mədəaltı vəzin axarı 3. 3 axar açılır. Qaraciyər, öd kisəsi, mədəaltı vəzi. Baxın, müəllimlər, öd. 2 cür öd var. Bir var qaraciyər ödü, bir də var kisə ödü. Yəni, kisə olmasa da, tutaq ki, öd kisəsi əməliyyat yolu ilə kəsilib götürülən insanlarda öd zaten əmələ gəlir. Qaraciyərdə əmələ gəlir. Qaraciyərdə öd əmələ gəlir. Kisədəki öd depo ödüdür. Yəni, o həzm prosesi güclü gedən, insan həddindən artıq çox qidalanıbsa, onda kisədəki öddən istifadə olunur və kisə ödü daha qatı və tünd olur. Amma öd yenə də, öd kisə götürülsə də, öd yenə də əmələ gəlir deyirik. Və öd kisəsindəki ödə nə zaman ehtiyac olur? Həzm prosesi güclü gedəndə, insan çox qidalanıbsa. Ona görə də öd kisəsi götürülən insanlar az-az, tez-tez, yəni qida qəbul eləməlidirlər ki, belə olsun da, yəni gücə düşməsin deyənə. Deməli, 12 barmaq bağırsağın boşluğuna açıldı 3 dənə axar. Həm qaraciyərin ödü, həm öd kisəsi, həm də mədəaltı vəzi. Və mühit nə oldu? Qələvi mühit. Burada hansı fermentlər var deyəndə deyirik. Burada var tripsin, burada var amilaza,
Burada var lipaza, burada var nukleaza. Tripsin neyniyir? Tripsin zülalları parçalayır. Necə ki dedik ki, ağız boşluğunda zülalların həzmi getmir. Mədədə turş mühitdə gedir. Nə parçalandı? Mürəkkəb zülallar sadə zülallara parçalandı. Sadə zülalların amin turşularına parçalanması 12 barmaq bağırsaqda getdi tripsinin iştirakı ilə. Deməli, mürəkkəb zülalları sadə zülallara pepsin parçaladı turş mühitdə mədədə. Pepsindən sonra sadə zülallara amin turşularına tripsin parçaladı 12 barmaq bağırsaqda. Ağızda karbohidratın parçalanması başladı. Nişastanı disaxaridə, maltazaya parçaladı amilaza. Daha sonra isə müəllimlər disaxaridlərin monosaxaridlərə, yəni glikozaya parçalanması 12 barmaq bağırsaqda yenə amilazanın iştirakı ilə getdi. Sonra heyvan mənşəli yağların, südün yağının parçalanması turş mühitdə lipazanın iştirakı ilə mədədə getdi. Bitki mənşəli yağların parçalanması isə yenə lipazanın iştirakı ilə gliserinə və yağ turşularının 12 barmaq bağırsaqda getdi. Nukleaza fermenti nuklein turşularını parçaladı. Görürsünüz, hamısının axırında aza var. Aza termini nə idi? Zülaldan söhbət gedirdi. Deməli, ağızda amilaza və yaxud da pitialin də deyirlər, maltaza fermenti, mədədə pepsin, ximazin, lipaza, 12 barmaq bağırsağı açılır, tripsin, amilaza, lipaza, nukleaza. Bunlar mədə-altı vəzin fermentləridir. Görürsünüz, mədə-altı vəzi gəlib açılır 12 barmaq bağırsağa. Mədə-altı vəzin fermentləri hansılar oldu? Tripsin, amilaza, lipaza, nukleaza. Hamısı yazılıb. Tripsin sadə zülalları amin turşularına, amilaza disaxaridləri monosaxaridlərə, lipaza yağları gliserin və yağ turşularına parçalamaqla, yəni monosaxaridlərə parçalanmaqla nazik bağırsaqda həzm prosesi başa çatır və soğurulma prosesi məhz nazik bağırsaqda həyata keçirilir. Düzdür, soğurulma həzm kanalının başqa şöbələrində də olur. Ağızda da, mədədə də, yoğun bağırsaqda, məsəl üçün deyirik ki, suyun, vitaminlərin çox hissəsi nazik bağırsaqda soğurulur, yoğun bağırsaqda soğurulur. Amma əsas soğurulma prosesi harda gedir deyəndə deyirik ki, harda gedir? Nazik bağırsaqdan aşağı şöbələrində, acı və qalça hissəsində əsas soğurulma prosesi həyata keçirilir deyirik. Bax, öddən danışmışkən, mən qeyd etdim ki, deməli, biz dedik ki, öd nə edir? Biz dedik ki, öd, müəllimlər, əsasən iki cür öd var. Bir var qaraciyər ödü, bir var kisə ödü. Qeyd etdik ki, ödün gəlin funksiyalarından danışaq. Ümumiyyətlə, həzm şirələrinin içərisində ağız suyu, mədə, çoxlu bağırsaq vəzləri var, mədə vəzləri var, bağırsaq vəzləri var. Bunlar hamısı xarici sekresiya vəzləridir. Bunların hazırladığı şirənin sekretin tərkibində fermentlər var idi. Ağız boşluğunun da, yəni tüpürcəyin, mədənin də, bağırsağın da. Amma ödün tərkibində ferment yoxdur. Öd, deməli, yalnız mexaniki həzmdə iştirak elədi. İri molekullu yağları kiçik molekullu yağlara parçaladı. Bundan başqa deyir ki, yağlar, ümumiyyətlə, yağların həzmini asanlaşdırır. Yağları parçalayan fermentin lipazanın fəaliyyətini gücləndirir. Bax, bir funksiya bu. Ödün funksiyası nədir? Dedik ki, öd iki cür olur. Biri qaraciyər ödüdür, qaraciyərin özündə əmələ gəlir. İkincisi kisə ödüdür. Kisə ödü daha qatı və tünd olur. Kisə ödü həzm güclü gedən zaman istifadə olunur kisə ödündən. Bir funksiyası nə oldu? Yağların həzmini asanlaşdırır. Yəni, lipazanın fəaliyyətini gücləndirir. Yağı parçalayan ferment lipazanın fəaliyyətini 20 dəfəyə qədər artırır. İkinci, A, D, Y, K vitaminləri. Deməli, hansı vitaminlər oldu? A, D, Y, K. Bir var suda həll olan vitaminlər, B, C. Bir də var yağda həll olan vitaminlər. A, D, Y, K vitaminləri. Yəni, yağda həll olan vitaminlərin soğurulmasını asanlaşdırır. Bu iki. Üçüncü, bakteriosit təsirə malikdir. Necə ki, ağız boşluğundakı lizasin bakteriosit təsirə malik idi, mədədəki xlorid turşusu bakteriosit təsirə malik idi, eləcə də öddə bakteriosit təsirə malikdir deyirik. Bakteriyaları öldürür. Bağırsağın işini asanlaşdırır öd. Müəllimlər, bağırsağın defekasiyasını, yəni bağırsağın işini asanlaşdırır. Bu 4. Beşinci, turş qida horrasını neytrallaşdırır. Yəni, mədədən gələn turş qida horrasını neytrallaşdıraraq qələvi mühit yaradır
Və axırıncı da dedik ki, yenə onu zaten demişdik ki, zərərli mikrobları zərərsizləşdirir. Deməli, yağların həzmini asanlaşdırır, lipazanın fəaliyyətini artırır, A, D, Y, K vitaminlərinin sorulmasını asanlaşdırır, bakteriosit təsirə malikdir, yəni zərərli mikrobları zərərsizləşdirir və turş qida horrasını neytrallaşdıraraq qələvi mühit yaradır. Bu ödün funksiyaları. Harda əmələ gəlir? Qaraciyərdə. Yaxşı, bəs həzm kanalından kənarda yerləşən iri ağız suyu, iri vəzlərdən biri də dedik ki, qaraciyərdir. Bəs yaxşı, qaraciyər hansı işi görür? Gəlin, qaraciyərin funksiyasından əvvəl bir nazik bağırsağı yekunlaşdıraq, sonra qarışdırmayaq, qaraciyərə keçək. Ümumiyyətlə, nazik bağırsaq dedik ki, biz mədədə olduğu kimi nazik bağırsağın divarı da deməli 3 qatla örtülüb. Sıx lifli birləşdirici toxuma qatı, xarici qatı, sayazələ qatı, daxili qatı və epitel toxuması, selikli qışası mədədəyə kimi eyni. Bir mədədən fərqli olaraq nazik bağırsağın əzələ qatı 2 dənədir. Yəni mədədə 3 istiqamət demişdik, uzununa, eninə, bir də çəpinə. Amma bağırsaqda 2-dir. 2 istiqamətdə uzununa və eninə. Yəni çəpinə yoxdur, belə deyim. Ümumiyyətlə, nazik bağırsaqda həzmin keçişi 3 hissədən 3 mərhələyə ayrılır. Boşluq həzmi, membran həzmi və sorulma. Boşluq həzmi, belə deyək də, nazik bağırsaqda olan həzm şirələrinin təsirindən bağırsağa düşən qida maddələri xüsusi çevrilmələrə uğrayır. Bu, boşluq həzmidir. İkinci, membran həzmidir, yəni qida maddələri bağırsaq xovlarının arasındakı məsafələrə daxil olaraq burada həzmə uğrayır. Yəni o iki bağırsaq, biz demişdik ki, nazik bağırsaqda çoxlu xovlar var. Yəni 1 kvadrat santimetrdə 2500 xov var. 1 kvadrat santimetrdə 2500 xov var. Bu xovların divarda bir qatlı epitel hüceyrəsindən təşkil olunub. Yəni burada da mübadilə prosesi getdiyinə görə alış-veriş prosesi bir qatlı epitel toxumasından təşkil olunub və burada gedir həzm prosesi, membran həzmə məruz qalır. Üçüncü isə sovrulma prosesidir. Sovrulma isə artıq bağırsaq xovlarında qida maddələrinin qana və limfaya keçməsi prosesidir. Yəni bir qism maddələr qana keçir, bir qism maddələr isə limfaya. Məsələn, gliserin və yağ turşuları, yağlar bağırsaq xovlarının membranlarında insana məxsus olan yağlara çevrildikdən sonra limfa vasitəsilə soğurulur. Yəni, məsələn, yağlar parçalanır gliserinə və yağ turşularına və bu gliserin və yağ turşuları insanın bağırsaq xovlarının membranlarında insana xas olan yağlara çevrildikdən sonra, insana xas olan yağlar sintez olunduqdan sonra limfaya soğurulur deyirik. Yəni, limfaya keçir, limfa vasitəsilə yuxarı boş venadan ürəyin sağ qulaqçığına gəlir deyirik. Deməli, bax, bu da bağırsağın xovlarıdır. Burada göstərib qan damarları ilə zəngində örtülmüşdür deyirik. Və müəllimlər, bir dənə deməli, yoğun bağırsaqdan da məlumat verək, sonra keçək qaraciyərə. Yoğun bağırsaq, bax, öd kisəsinin funksiyaları yazılıb, mədə-altı vəzin funksiyaları hamısı burada var. Yoğun bağırsaq, müəllimlər, dedik ki, yoğun bağırsaqda qida mədədə 4-8 saat qalırdı, yoğun bağırsaqda 12 saat qalır və uzunluğu 1,5 metrə qədər ola bilir və əsasən suyun və vitaminlərin qana sorulması prosesi yoğun bağırsaqda baş verir. Kör bağırsaq, çəmbər bağırsaq və düz bağırsaq olmaqla 3 qrupa bölünür dedik. Nazik bağırsağın yoğun bağırsağa keçən hissəsi torbaya bənzər kör bağırsaq adlanır. Kör bağırsağın da çıxıntısı apendiks deyirik, soğulcana bənzər və yaxud da qurda bənzər çıxıntı immun sistemə aiddir o da və burada çoxlu limfa düyünləri olur həmin apendiksdə və apendiksdə bağırsaq çöpü bakteriyaları, faydalı bakteriyalar artır, törüyür, çoxalır və onlar sellozanın bakterial həzmində iştirak edirlər. Ümumiyyətlə, belə deyək də, 12 barmaq bağırsaqda su, mineral maddələr, vitaminlər, alkoqol, bax, bunların sorulması prosesi yoğun bağırsaqda həyata keçirilir. Sonra dedik ki, bakteriyalar yaşayır burada, yəni bağırsaq çöpü bakteriyaları yaşayır, faydalı bakteriyalar ki, onlar orqanizm üçün B və K vitaminlərinin əmələ gəlməsində iştirak edirlər. Yəni, bunlar insanlarla simbiyoz həyat tərzi keçirdirlər, faydalı bakteriyalar. Eyni zamanda sellozanın parçalanmasında iştirak edirlər. Baxın, məsəl üçün, biz deyirik ki, insan orqanizmasında sellozanı parçalayan ferment yoxdur. Yəni, selluloza fermenti yoxdur. Selluloza fermenti yoxdur. Bəs bu selluloza necə parçalanır?
bakteriyal parçalanmaya məruz qalır. Yəni bakteriyaların hazırladığı fermentlərin iştirakı ilə parçalanmaya məruz qalır deyirik. İnsan orqanizmasında yoxdur. Bakteriyaların hazırladığı fermentin iştirakı ilə kimyəvi həzmə məruz qalır. Amma məsəl üçün bəzi tutaq ki, həşəratlarda, mollyusklarda isə selluloza fermenti var. Bəzi həşəratlarda, mollyuskalarda bu fermentə rast gəlinir, selluloza fermentinə. Onlarda parçalamaya məruz qalır. Amma insanda bəzi heyvanlarda ümumiyyətlə selluloza fermenti olmadığına görə selluloza kimyəvi həzmə məruz qalmır. Bakteriyal həzmə məruz qalır ki, bağırsaq çöpü bakteriyaları onların kimyəvi həzmində iştirak edirlər deyirlər. Və eyni zamanda yoğun bağırsaq qida qalıqlarını, yəni həzm olunmayan qida qalıqlarının xaric olunmasında iştirak edirlər. Belə ki, yoğun bağırsağın və insanın onurğasının oma şöbəsi bu prosesdə, yəni bərk qida, həzm olunmayan qida qalıqlarının bədəndən xaric edilməsində mühüm rol oynayır deyirik. Və yoğun bağırsağın da mühitini soruşsalar, zəif qələvi mühitdir. Burada deyək, xovlar yoxdur, burada kimyəvi həzm baş vermir. Burada əsasən selik olur, yəni qida qalıqlarının xaric olunması üçün və mühiti də deyilsə, yenə zəif qələvi götürürük. Yəni ağız boşluğunda zəif qələvi, mədədə turş mühit, nazik bağırsaqda qələvi mühit, yoğun bağırsaqda isə zəif qələvi mühit götürürük. Və qaraciyər, qeyd etdim ki, qarın boşluğunun sağ tərəfində yerləşir qaraciyər. Qarın boşluğunun sağ tərəfində yerləşir və 1,5-2 kiloqram çəkiyə malik olan orqandır. Qaraciyərin çoxlu funksiyaları var müəllimlər. Bu funksiyalardan məsəl üçün bax deyir ki, yetkin qırmızı qan hüceyrələrinin parçalanmasında iştirak edir. Yadınızdadsa biz demişdik ki, eritrositlər qırmızı sümükçülüyündə əmələ gəlir, dalaqda və qaraciyərdə parçalanır və eyni şeyi trombositlər üçün, leykositlər üçün də demişdik. Yəni yetkin qırmızı belə deyək qan hüceyrələrinin parçalanmasında iştirak edir, ölün əmələ gəlməsində iştirak edir. Glikozanın artığını glikogenə çevirərək qaraciyərdə ehtiyat halında saxlanılır. Məsəl üçün, yer köküdür, sonra pomidordur, ərik kimi bitkilərdə olan karotin maddəsi qaraciyərdə A vitamininə çevrilir, yəni A vitaminin sintezində iştirak edir. ADK vitaminlərinin ehtiyat halında saxlanır, qanın laxtalanmasında iştirak edən fibrinogen burada əmələ gəlir, zülal və yağ mübadiləsində iştirak edir, artıq enerjini qana verməklə enerji balansını tənzimləyir. Sonra, məsəl üçün, amonyakı, zəhərli amonyakı sidik cövhərinə, karbamidə, yəni az zəhərli karbamidə çevirir. Sonra, məsəl üçün, deyə bilərik ki, məsəl üçün, qaraciyər, belə deyək də, qanın isinməsində, yəni qan qaraciyərdən, eyni zamanda əzəldən keçən zaman isinir. Və yaxud da başqa nə deyə bilərik, qanın 95% qaraciyərdə zərərsizləşdirilir. Bax, bu proseslərin hamısı deməli, qaraciyərdə həyata keçirilir və bir də dedik ki, normal halda qanın laxtalanmamasında iştirak etmək üçün heparin maddəsi hazırlanır qaraciyərdə. İlk dəfə olaraq qaraciyər təkamül nəticəsində əmələ gəlib, proterozoerasında mollyuskalar tipində meydana gəlib qaraciyər və qaraciyərin axarı da mollyusklarda mədəyə açılır. Digər canlılarda onkibarmaq bağırsağı açılır, ödün axarı. Amma mollyusklarda mədəyə açılır və ilk dəfə olaraq mollyuskalarda əmələ gəlib deyirik qaraciyər. Və qaraciyərin qanla təchizatı dedikdə, yəni qaraciyərin, bu da testlərə sıx-sıx düşür, qaraciyərin qanla təchizatı nə deməkdir bu? Məsəl üçün, baxın, qaraciyərə neçə yerdən damar gəlir? Fikir verin müəllimlər. Bir, bu gəlir, deməli, ürəkdən aorta vasitəsilə, buna biz deyirik, aorta damarı, yəni bu qaraciyər arteriyası adlanır. Qaraciyər arteriyasında oksigen qazının miqdarı karbon qazından çox olur. Biz bilirik ki, aorta ürəyin sol mədəcindən çıxır və təmiz qanı bədənə aparır və oksigenin miqdarı çox olur. Qaraciyərə təmiz qan gətirən damardır. Burada oksigenin miqdarı karbon qazı miqdarından çox olur. Üçüncüyə baxın, qaraciyərin qapı venası. Qaraciyərin qapı venası bağırsaqlardan gəlir. Bağırsaqaltı vena, qaraciyər venası, qaraciyərin qapı venası vasitəsilə qaraciyərə daxil olur və qaraciyərin qapı venasında qida maddələrinin miqdarı çox olur, glikozanın miqdarı çox olur, zəhərli biləşmələrin miqdarı çox olur, amonyakın miqdarı çox olur. Bax, bu maddələr burada çox olur. Niyə? Çünki bağırsaqlardan təmizlənmək üçün qaraciyərə gəlir və biz demişdik ki, qaraciyərdə bu maddələrin 95% təmizlənir. Deməli, onda qida maddələri bağırsaqdan, həzm kanalından gəlirsə, burada çox olacaq qaraciyərin qapı venasında. Glikoza çox olacaq, amin turşları çox olacaq, zəhərli biləşmələr çox olacaq, amonyak çox olacaq. Gəlir burada təmizlənir. Təmizlənəndən sonra qaraciyər venası vasitəsilə çıxır.
Deməli, iki damar gəlir, bir aorta, bir qaraciyarın qapı venası. Bir damar çıxır, qaraciyar venası və qaraciyar venası da aşağı boş vena vasitəsilə ürəyin sağ qulaqçığına açılır. Deməli, qaraciyarın qapı venasında qida maddələrinin, glikozanın, zəhərli maddələrin, amonyakın miqdarı çox, qaraciyardan çıxan qaraciyar venasında əksinə bu maddələrin miqdarı az olur. Çünki bunlar burada, məsələn, amonyakın miqdarı qaraciyarın qapı venasında çox olur. Amonyak qaraciyara gəlir, qaraciyarda həmin amonyak, zəhərli amonyak az zəhərli sidik cövhərinə, yəni karbamidə çevrilir və qaraciyar venasından çıxır. Və yaxud da glikoza bağırsaqlardan gəldiyinə görə qaraciyarın qapı venasında çox olur. Qaraciyarda glikozanın artığı glikogenə çevrilərək ehtiyat halında saxlandığına görə qaraciyar venasında glikozanın miqdarı artıq az olur. Amma istisna halda var. Deməli, bax dedim ki, qaraciyarın qapı venasında glikozanın miqdarı çoxdur. Çünki bağırsaqdan gəlir. Amma qaraciyar venasında azdır dedik, düzdür. İndi baxın, istisna hal nədir? Deyir, insan uzun müddət ac qalanda, insanı uzun müddət ac saxlasaq, insan uzun müddət ac qaldıqda, qaraciyərdə ehtiyat halında saxlanan glikogen bu dəfə glikozaya çevrilir. Buna görə də əksinə, bu halda əksi baş verir. Qaraciyər venasında glikozanın miqdarı qapı venasından çox olur. Baxın, bir də deyirəm. Çünki bu testlərdə var. Qaraciyərin qapı venası bağırsaqdan qida maddələri ilə gəlir. Ona görə də burada glikozanın miqdarı çox olur. Glikoza qaraciyara gələndə glikozanın artığı glikogenə çevrilib burada ehtiyat halında saxlanılır. Və buradan çıxanda artıq glikozanın miqdarı azalmış olur. Amma insan acı olanda burada olan glikogen glikozaya çevrildiğinə görə əksinə olur. Qaraciyər venasında glikozanın miqdarı qapı venasından çox olur. Deməli, istisna halda insanı ac saxladıqda bunun əksi baş verir. Yəni, qaraciyər venasında glikozanın miqdarı qaraciyərin qapı venasından çox olur deyirik. Çünki ac olduğuna görə bağırsaqlardan axı gəlmir glikoza. Ona görə də qaraciyər venasında glikozanın miqdarı daha çox olur. Bir də bir şey demişdim ki, əsasən arteriya, kapilyer vena istiqamətində də damarlar. Amma burada görürsünüz, məsəl üçün vena, kapilyer vena. Baxın, qaraciyərin qapı venası, orada kapilyer şəbəkə, qaraciyər venası çıxdı. Yəni, qaraciyərdə həm arteriya kapilyer venadır, həm baxın arteriya kapilyer venadır, bax fikir verin. Həm arteriya, burada kapilyer venadır, həm də baxın vena kapilyer venadır. Deməli, ikisinə də rast gəlinir. Həm arteriya kapilyer venaya, həm də vena kapilyer venaya qaraciyərdə rast gəlinir deyirik. Yəni, hər ikisinə rast gəlinir. Eyni zamanda böyrəyə keçəndə orada da deyəcəm ki, böyrəkdə də yenə həm arteriya kapilyer venadır, həm də arteriya kapilyer arteriyadır. Yəni, bu orqanlarda bu cürdür. Bir də, müəllimlər, baxın, məsəl üçün, gəlin bu hissədə xəstəliklər əzbərə köklənəndir. Bunları özünüz əzbərləyərsiniz. Bunlar rahatdır. Və yaxud da elə gələn dəfə xəstəliklərdən başlayıb izah eləyərəm. Qoy xəstəliklər qalsın. Bax, bura qədər müəllimlər, həzm sisteminin xəstəliklərinə qədər zəhmət olmasa oxuyarsınız. Xəstəliklər, vitaminlər və maddələr mübadiləsi. Bax, bu sizin 10-cu sinifdə olan dərslikdir. Fikir verin, bax, bu hissədən söhbət gedir. Bir dəqiqə, bax, buradan. Bax, bunlar 10-cu sinifin dərsliklərindədir. Baxın, bax. Üzüm maddələrin, zülalların, yağların, karbohidratların funksiyaları və maddələrin mübadiləsinə təsir edən amillər. Bunlar 10-cu sinifin ümumi biologiyasındadır. Yəni, bunu orada deməmişəm. Bax, burada deyəcəm hamısını. Zülal mübadiləsinin pozulması, amin turşusu mübadiləsinin pozulması, lipid mübadiləsinin pozulması, maddələr mübadiləsinə baş verən dəyişikliklər. Bax, bunların hamısı vitaminlər, eyni zamanda həzm sisteminin xəstəlikləri. Bunları inşallah həftənin 4-cü günü keçəcəm və həftənin bazar gündə həzm sisteminin təkrarı, sual cavabı və testləri olacaq. Bura qədər oxuyursunuz. İndi burada mən bir dənə bir şey qeyd edeyim sizə. Bax, bu hissəni istəyirəm qeyd edeyəm. Bir dəqiqə, burada, bax, bu hissəni. Bu nədir? Burada nəyə demək istəyirəm? Özünüzlə də qeydlər götürərsiniz. Bax, müəllimlər,
Biz bir dedik ki aşağı boş vena, bir dedik yuxarı boş vena. Yuxarı boş vena dedik başdan, yuxarı ətraflardan, döş boşluğundan. Aşağı boş vena dedik ki aşağı qarın boşluğu orqanları, ətraflardır. Buradan qanı gətirir ürəyin sağ qulaqçığına. Həm yuxarı boş vena, həm aşağı boş vena, hər ikisi sağ qulaqçığa açılır dedik. Və bir də yadınızda qeyd etdik ki, nazik bağırsağın xovlarında bəzi maddələr, hansı ki, məsəl üçün, gliserin və yağ turşularına çıxmaqla, dedik ki, zülallar, karbohidratlar, sonra vitaminlər, mineral dozlar, suda həll olan vitaminlər, B və C vitaminləri qana sorulur. Amma yağ, gliserindir, yağ turşularıdır, A, D, E, K vitaminləri, yağda həll olan vitaminlər isə dedik ki, limfaya sorulur. Amma hər ikisi limfa, yuxarı boş vena ilə sağ qulaqçığa açılır. Digər adını çəkdiklərim aşağı boş vena ilə sağ qulaqçığa açılır. Yəni, bax, bu proses necə baş verir? Bax, deyirəm ki, məsəl üçün, burada bir dənə yazaq buradan. Bax, mən yazdıqca sizə zəhmət olmasa qeyd edeyim. Məsəl üçün, deyirəm sudur, sonra mineral duzlardır, sonra məsəl üçün, deyə bilərəm karbohidratlardır, karbohidratların parçalanma məhsulu olan, məsəl üçün, glikozadır. Zülalların parçalanma məhsulu olan amin turşularıdır. Sonra nukleotidlərdir, məsəl üçün, nuklein turşularının parçalanma məhsulu olan nukleotidlərdir. Deməli, amin turşularıdır, karbohidratların parçalanma məhsulu glikozadır, suda həll olan vitaminlər, B və C vitaminləridir, suda həll olan vitaminlər. Mineral duzlardır. Bax, bunlar. Biz bilirik ki, nazik bağırsaqda, bayaq da qeyd etdim ki, iri molekullu karbohidratlar, yəni disaxaridlər glikozaya parçalandı, sadə zülallar amin turşusuna parçalandı, nukleot turşuları nukleotidlərə parçalandı, su, mineral duzlar, vitaminlər də olduğu kimi, yəni hansı vitaminlər suda həll olan B və C vitaminləri. Bunlar gəldi nazik bağırsağın boşluğunda, boşluq həzmə məruz qalandan sonra nə olmalıdır bunlar? Soğurulmalıdır, düzdür. Keçirlər nazik bağırsağın boşluğunda boşluq həzmə məruz qalırlar. Sonra keçirlər bağırsaq xovlarında membran həzmə məruz qalırlar. Sonra soğurulurlar. Xovlardan bunlar bağırsaq xovlarından, bax bu maddələr, adını çəkdiyim bu maddələr, bağırsağın xovlarından keçirlər bağırsaq kapilyarlarına. Bağırsaq xovlarından keçdilər hara? Bağırsaq kapilyarlarına. Bağırsaq kapilyarları birləşərək iri damara əmələ gətirdilər bağırsaq venasını. Baxın, bağırsaq xovlarından bağırsaq kapilyarlarına, bağırsaq kapilyarlarından keçdilər bağırsaq venasına. Bağırsaq venasından biz bağırsaqaltı vena deyirik. Bağırsağın venasından hara gələcək? Qaraciyərin qapı venasına. Qaraciyərin qapı venası vasitəsilə gəlib daxil olacaq hara? Qaraciyərin içərisinə. Qaraciyərin qapı venası ilə gəldi hara? Qaraciyərin içərisinə. Deməli, bağırsaq xovları, bağırsaq kapilyarları, bağırsaq venaları. Biz bilirik ki, bağırsaq kapilyarları birləşərək iri damar bağırsaq venalarını, bağırsaq venası ilə gəldi qaraciyərin qapı venası vasitəsilə o damar gəlirdi qaraciyərə həzm boşluğundan. Qaraciyərin qapı venası vasitəsilə, yəni içi boş orqanlardan, bağırsaqlardan, mədədən, dalaqdan, yəni qarın boşluq orqanlarından gələn qan qaraciyərin qapı venası vasitəsilə qaraciyərə gəlir. Gəldi qaraciyərə. Qaraciyərdə bu maddələrin 95% burada zərərsizləşdirildi. Məsəl üçün, baxın, glikoza dedimi, bayaq karbohidratın parçalama məhsulu olan glikoza. Glikozanın artığı qaraciyərdə glikogenə çevrildi və bu prosesdə nə rol oynayırdı? İnsulin hormonu, mədaltı vəzinin. Glikozanın artığı qaraciyərdə glikogenə çevrilib ehtiyat halında saxlanıldı. Eyni zamanda amoniak, çox zəhərli, zülalların parçalanma məhsulu olan çox zəhərli amoniak qazı qaraciyərdə karbamidə, sidik cövhərinə, az zəhərli karbamidə, sidik cövhərinə çevrildi və nə baş verdi? Bu maddələr qaraciyərdən nə ilə çıxdı? Qaraciyər venası ilə, qaraciyərin qapı venası ilə daxil oldu, qaraciyər venası ilə çıxdı. İndi baxın, qaraciyər venası hara açıldı? Aşağı boş venaya. Aşağı boş vena hara gəldi? Aşağı boş vena gəldi ürəyin sağ qulaqçığına. Sağ qulaqçıqdan hara keçdi? Sağ qulaqçıqdan keçdi sağ mədəciyə. Sağ mədəcikdən hara keçdi? Hara keçirdi sağ mədəcikdən?
ağciyər kötüyünə. Ağciyər kötüyündən hara gəldi? Ağciyər kapillyarlarına. Ağciyər kapillyarlarından ağciyər venalarına. Ağciyər venalarında təmizlənərək sol qulaqcıq, sol mədəcik, oradan da hara vuruldu? Sol qulaqcıq, sol mədəcik, sol qulaqcıq, sol mədəcikdən də hara keçdi? Sol mədəcikdən hansı damara keçirdi? Aorta damarına keçirdi. Keçdi aorta damarına. Aorta damarı ilə isə yenidən qarın aortası vasitəsilə eyni zamanda başa gedən, yuxarı ətraflara gedən, bədənə gedən, gedərək onlara qida maddələrini apardı. Deməli, bax, bir də deyirəm ardıcıllığı. Deməli, dedik ki, sudur, mineral duzlardır, vitaminlərdir, glikozadır, amin turşularıdır, amonyakdır, suda həll olan BC vitaminləridir. Bunlar neynədir? Bağırsaq xovları, bağırsaq xovlarından bağırsaq kapillyarları, bağırsaq kapillyarlarından bağırsaq venası, bağırsaq venasından qaraciyərin qapı venası. Bir dəqiqə mənim. Deməli, ardıcılığa bir də baxaq müəllimlər. Bağırsaq xovları, bağırsaq xovlarından bağırsaq kapillyarı, bağırsaq kapillyarlarından bağırsaq venaları, bağırsaq venasından qaraciyərin qapı venası, qaraciyərin qapı venası ilə gəldi qaraciyərə, qaraciyərdə glikozanın artığı glikogenə çevrildi, ehtiyat halında saxlanıldı, amonyak sidik cövhərinə çevrildi, sonra deməli, zərərli maddələrin 95% burada zərərsizləşdirildi, yəni qaraciyər kapillyarlarında. Keçdi qaraciyər venasına, qaraciyər venasından aşağı boş vena, aşağı boş venadan sağ qulaqcıq, sağ mədəcik, ağciyər kötüyü, ağciyər kapillyarları, ağciyər venaları, sol qulaqcıq, sol mədəcik, aorta və aortanın da hara getdi dedik? Aorta, arteriya damarları və bütün bədən hüceyrələrinə paylandı deyirik. İndi müəllimlər, gəlin keçək digər maddələrə görə, onlar necə oldu? Baxın. İndi, bəli müəllim. Ağciyər venasından ağciyər kapillyarından ağciyər venası. Sonra nə oldu müəllimə? Sonra gəldi sol qulaqcığa, ağciyər venasından, deməli, dedik ki, baxın, ağciyər sağ qulaqcıq, sağ mədəcik, ağciyər kötüyü, ağciyər arteriyası, ağciyər kapillyarları, ağciyər venası, ağciyər venaları var idi, o ürəyə gələn 4 dənə ağciyər venası. Sol qulaqcıq, sol mədəcik, sol qulaqcıq, sol mədəcikdən vuruldu aortaya, aorta daha kiçik damara, yəni aorta ən irisidir, sol aorta qövsü, o parçalanır arteriyalara. Arteriyalarla isə gedir bütün bədən hüceyrələrinə. Bütün bədən hüceyrələri və bütün bədənə o qida maddələrini aparır, paylayır. İndi baxın, indi keçək digər maddələrə. Yaxşı, bəs bu yağların adını çəkmədik, xay müəllimlər. Yağlar nə oldu bəs? Yağlardır. Yəni, yağların parçalanma məhsulu biz bilirik ki, nədir? Yağların parçalanma məhsulu gliserin və yağ turşuları. Yağ turşuları. Nazik bağırsaqda yağlar parçalandı gliserinə, yağ turşularına, eyni zamanda A, D, Y, K, yəni yağda həll olan vitaminlər. Bayaq suda həll olanlar BC idi, bunlar yağda həll olan. Gliserin və yağ turşuları, A, D, Y, K yağda həll olan vitaminlər isə bağırsaq xovlarından, bağırsağın xovlarından hara keçəcək? Limfa kapillyarlarına. Çünki dedik ki, bunlar gəlirlər bağırsaq xovlarına, bağırsaq membranında insana məxsus olan, yəni həmin o gliserin və yağ turşularından neyinir? Bunlardan insanın bağırsaq xovlarında, insanın bağırsağının bağırsaq xovların membranında insana xas olan yağlar sintez olunur. İnsana xas olan yağları çevrildikdən sonra limfa kapillyarlarına, limfa kapillyarları birləşərək iri limfa damarları, yəni limfa vena damarlarına əmələ gətirir. Limfa damarları açılır. Yadınızdadır, demişdik, orada sol axar. Yadınıza salın, demişdik, başın sol tərəfi, döş qəfəsinin sol tərəfi, aşağı ətraflar sağ və sol, bir də bağırsaqlardan, limfanı keçəndə demişəm, bağırsaqlardan gələn
deməli demişdik limfa. Deməli bağırsaq xovları, limfa kapilyarları, limfa damarları və limfa damarları da döş axarı, sol döş axarı. Sol axarda deyirlər. Yəni yazıram bura döş axarı. Sol axarda deyirlər, döş axarı da deyirlər. Bunun vasitəsilə açılır sol körpücüyaltı venaya. Sol körpücüyaltı vena artıq qan damar sisteminə aiddir. Deməli, yağların parçalama məhsulu, gliserin yağ turşuları, yağda həll olan vitaminlər, A, D, Y, K vitaminləri, bağırsaq xovları, bağırsaq xovlarından keçir limfa kapilyarlarına, limfa kapilyarlarından iri limfa vena damarlarına, buradan döş axarı vasitəsilə, yəni sol axar vasitəsilə sol körpücüyaltı venaya, sol körpücüyaltı venadan yuxarı boş venaya, bax o birlər aşağı boş vena idi, bu yuxarı boş vena. Yuxarı boş venada zaten gəlir sol qulaqçıq, oradan gəlir sol mədəcik, sol mədəcikdən yenə ağciyər kötüyü, yenə ağciyər arteriyası, yenə ağciyər kapilyarı, ağciyər venası, yenə eyni şey sol qulaqçıq, sol mədəcik, aorta, arteriya və bədən orqanları. Gördünüz müəllimlər, hər biri yenə bədən hüceyrələrinə, bədən hüceyrələrinə paylandı sonuçta. Amma indi burada bilirsiniz testdə nə verir? Deyir ki, suda həll olan vitamin B, C ilə yağda həll olan vitamin A, D, Y, K vitaminləri bir-birinə harda qarışır? Harda qarışdı? Sağ qulaqçıqda. Çünki suda həll olan B, C aşağı boş vena ilə sağ qulaqçığa gəldi. Yağda həll olan A, D, Y, K yuxarı boş vena ilə hər ikisi sonuçda hara gəldi? Sol qulaqçığa. Fərqi yoxdur. İstəyir amin turşuları, su, mineral duzlar, glikoza, nukleotidlər, BC vitamini, istəyir gliserin yağ turşusu, A, D, Y, K vitaminləri hər ikisinə bir-birinə harda qarışdı? Sol qulaqçıqda. Çünki bir hissəsi yuxarı boş vena ilə gəldi, bir hissəsi aşağı boş vena ilə gəldi. Sonuçda hər ikisi hara açıldı? Sağ qulaqçığa. Sağ qulaqçıqdan sağ mədəciyə, sağ mədəcikdən ağciyər kötüyü ilə ağciyər deməli keçdi. Ağciyər kötüyü keçdi, ağciyər arteriyaları, ağciyər kapilyarları, ağciyər venaları, ağciyər venaları gəldi. Sol qulaqçıq, sol mədəcik, aorta, aorta parçalandı kiçik arteriyalara, kiçik arteriyalarda getdi döş boşluğuna, qarın boşluğuna, çanaq boşluğuna, oradakı orqanların hüceyrələrinə bu maddələri payladı. Və bu maddələrin parçalanma məhsulları, məsəl üçün karbohidratların parçalanma məhsulu karbon qazı və su, yağların parçalanma məhsulu karbon qazı və su, zülalların parçalanma məhsulu karbon qazı, su, üzvü birləşmə, yəni amoniak və digərləri neynədir? Bunlar parçalanma məhsulları yenə də gələrək, zərərsizləşdirilərək, demək, orqanizmdən xarici mühitə çıxarıldı ki, bu prosesdə də ifrazat orqanları mühüm rol oynayır ki, ona gələn dərs Allah qoysa, daha doğrusu həftənin 2-ci günü ifrazat orqanlarının izahında başa salacağım. Bax, burada da yenə burada izah eləməyə çalışır. Məsəl üçün, bir qruplar limfa kapilyarlarına, bax, görürsünüz, burada nə göstəribdir? Məsəl üçün, qan kapilyarlarını da göstərib, limfa kapilyarlarını da göstərib. Yəni, bir qism maddələr qan kapilyarları vasitəsilə gəlirlər, bir qism maddələr isə limfa kapilyarları vasitəsilə ürəyin sağ qulaqçığına qayıdırlar. Bəzisi aşağı boş vena ilə, bəzisi yuxarı boş vena ilə ürəyin sağ qulaqçığına qayıdır, deyir. Müəllimlər, bax, burada demək olar ki, hamısı yekunlaşdı. Yoğun bağırsaqda həzmdən də danışdıq. Karbohidratın parçalanma məhsulu, görürsünüz, glikoza, yağın gliserin yağ turşusu, zülallar amin turşusu, nazik bağırsaqda bir də nukleaza fermentin iştirakı ilə nukleotidlər parçalanır. Bu son parçalanma məhsulu, soğurulma prosesi artıq nazik bağırsaqda həyata keçirilir, deyir. Qaraciyarın funksiyaları, bax, burada bu şəkil çox gözəl şəkildir. Bax, qaraciyarın qapı venası budur, müəllimlər. Bax, görürsünüz, məsəl üçün, qaraciyarın qapı venasına baxın, haralardan açılıb. Bax, bu bənövşəyə rəhdə verilən qaraciyarın qapı venasıdır. Baxın, mədə, dalaq, mədə-altı vəzi, bağırsaqlar, bax, bağırsaq-altı vena vasitəsilə hər biri görürsünüz, gəlib, bax, bu mən silim diqqətlə baxın, hər biri hara açılıb qaraciyarın qapı venasına. Qaraciyarın qapı venası hara gəlib? Qaraciyara. Qaraciyarda kapilyar şəbəkəyə parçalanıb. Baxın, vena, kapilyar, vena. Və nəyə əmələ gətirib? Bax, bunu deyirəm, fikir verin. Vena, kapilyar şəbəkə, vena. Və qaraciyardan çıxan venanı əmələ gətirib. Bu bir damar. Deməli, qaraciyara biri gəldi, qaraciyarın qapı venası, çıxdı qaraciyar venası.
Bir də nə gəldi? Arteriya. 2 damar gəlir, bir damar çıxır. Gələn damarın biri aortadan ayrılan arteriyadır, oksigen gətirir qaraciyərə. Biri qapı venasıdır, bağırsaqlardan, qarın boşluğu orqanlarından qan gətirir, təmizlənir. Biri isə çıxan venadır. Yəni, qaraciyər venası qaraciyərdən çıxaraq aşağı boş vena vasitəsilə sağ qulaqçığa qayıdır deyirik. Bax, bu da oldu qaraciyərlə bağlı. Öd kisəsinin funksiyalarını zaten sadaladım, hamısı burada var. Mədaltı vəzi mədənin aşağı hissəsində qarın boşluğunda yerləşir. Yarpaq formasına bənzəyir. 70-100 qram çəkiyə malikdir. Həm xarici, həm daxili sekresiya vəzidir. Xarici sekresiya vəzi kimi tripsin, lipaza, amilaza, nukleaza hazırlayaraq 12 parama bağırsağın boşluğuna axıdır. Əsas orqan boşluğuna axıtmır. Və hormon olaraq da insulin, glikagon hazırlayır ki, bu hormonlar da karbohidrat mübadiləsində iştirak edir dedik. Xovlarda 1 kvadrat santimetrdə 2500 xov var dedik. Bunların da müsahibəsi bədən sahəsindən 500 dəfə çoxdur deyirik. 500 dəfə, bəzən taimdə var bundan əlaqəli testlər. 500 dəfə böyükdür. Bu da yoğun bağırsağın funksiyalarıdır. Su və mineral maddələri, vitaminlərin sorulması, sellozanın bakteriyal parçalanması, apendiksdə dedik ki, bağırsaq çöpü bakteriyaları sintez olunur, BK vitaminləri hazırlayır onlarda. Qida maddələrinin anusa doğru istiqamətləndirilməsində həm yoğun bağırsaq, həm qara nəzərləri, həm də onurğa beynin omaq şöbəsi iştirak edir deyirik. Və qeyd etdik ki, insan orqanizmasında, ümumiyyətlə heyvanlarda sellozanı parçalayan sellaza fermenti yoxdur. Bakteriyaların hazırladığı fermentin iştirakı ilə parçalanır. Amma dedik, həşəratlarda və mollyusklarda sellaza fermenti var. Yəni, selloza ilə zəngin olan qidalarda biokimya keçəndə orada demişik. Kəpəkli un idi, sonra noxud idi, yadınızdadsa çuğundur idi. Bax, bunları demişdik, kələm idi. Bunlar selloza ilə zəngin qidalardır. Bağırsaqların defekasiyasında, yəni hərəkətində iştirak edir demişdik. Müəllimlər, bax, bura qədər zəhmət olmasa oxuyarsınız. Xəstəliklərə qədər İnşallah bugün 2-ci gün, həftənin 4-cü gündə mövzu izahı olacaq. Həzm sisteminin xəstəliklərini izah edəcəm. Sonra burada vitaminlər barəsində danışacaq. Vitaminlərlə düşən testlər var, məsələlər var, onlara toxunacaq. Bir də burada maddələr mübadiləsi və sizin 11-ci sinifin 10-cu sinifin dərsliyində bax, maddələr mübadiləsinə təsir edən amillər var. Zülal mübadiləsi, karbohidrat mübadiləsi, amin turşusu mübadiləsi, onlarla bağlı yaranan xəstəliklər. Bax, bunlara baxacaq həftənin 4-cü günü. Və həftənin 4-cü günü həzmi yekunlaşdırırıq. İnşallah vaxtımız orada bir xeyli qalır. Həftənin bazar günü sual cavab olacaq və testləri də çox xahiş edirəm. Testləri də yekunlaşdırın.